Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinə qələbə oturuşlarının ya oturumlarının 214-cü bölümündəyik. Allaha min mərtəbə şükür edirik ki, bu qədər ömrü inayət elədi və bu günü də eləyə bildik ki, diri qalıb dünyanın görək gözəlliklərinə dadaq və ha belə bu günləri bu iftixarı da bizə nəsib elədi ki, Türk dünyasının və Türk insanının yaratdığı mədəniyyətdən, yazı mədəniyyətindən biri ilə, bəlkə ikisi ilə bugün tanış olaq, hətta üçü ilə də ola bilər ki, tanış olaq. Və beləliklə milli güvənimiz, milli inancımız özümüzə qunçələnə, gül aça və güllənə. Bu umud arzu ilə bugünkü kitablara bir diqqət eləyək, nəzər salaq görək ki, hangisi bugün bizim şansımıza çıxır. Geçən günlərdə Mizanul Haqqı gördük. Bir fars kitab gördük. Əfqanistanda türklər üçün və farslar üçün, o birisi dillər üçün yazılmışdı 110 neçə il bundan öncə və türkcəni qanun qaydaların bir cümlədə deyir, izafi tozih vermir və misallarla onu düşündürür. Bir ayrı kitab gördük, Mizanul Haqq fi İxtiyaril Haqq adında. Bu kitab 100 neçə il bundan öncə bir mən bunlara baxım. 140 il bundan öncə Türk dilində yazılmış fəlsəfə haqqında və inanır ki, bəzi adamlar bu gün ona mən müqəddəmə yazdım, müqəddəməsini də qoydum, təkmillədim yəni. Çox əla bir kitabdır, düşüncə üzərinə, fəlsəfə üzərinə Türk dilində və bu çox gözəl bir şeydir. Geçənki proqramda Qara Çələbizadə, Əbdüləziz Qara Çələbizadədən bir kitab oxuduq, Zəfərnamə adında. Bu Zəfərnamə zahirən Sultan Cəm, Xəlifə Cəm, Osmanlı Sultan Cəm dövrəsində yazılıbdır ki, onun əzmi səfərlərin ya səfərlərin əslində, yəni savaşa çıxır və o savaşda nə olur, nə keçir və qeydəndə içəridə qardaşlar, əmilər, əmoğlular kodita elirlər ya hər nə bir cığanvığan çıxır və o cığanvığanla üzbəyiz olur paytaxtda. Onları nə cür yatırdır, nə olur, nə keçir, bunları aydınladıb. Eyni halda o dövrədə keçən inkişafları, keçən məktəblərin tikilməsin, mədrəsələrin tikilməsin, körpülərin tikilməsin, hamamların tikilməsin, kətlərin, verana kətlərin abad olmasın. Bu cür bir şeyləri də açıqlayır. Oxuduğumuz qədəri, yəni çox oxumadıq, bəlkə 4 səfə, 5 səfə bu kitabdan eləyə bildik, oxuyaq. Amma önəmli, yəni istəyək o dövrün zəmanəni camiüşünaslıq eləyək, sosioloji baxımından baxaq görək ki, o dövrdə nə keçirmişik, o kitablardan biri bu kitaba müraciə eləməkdir və oranı tanımaqdır. Eyni halda biz öz dədələrimizin, öz babalarımızın, öz millətimizin tarixdə nə yaratdığın doğru düzgün, həm də öz insanımızın dilindən, düşmənlərimizin dilindən yox, bizim beynimizi bir halə gətiriblə keçən 250 ildə ki, biz öz tariximi, öz mədəniyyətimizi, öz dilimizi, öz kültürümüzü bilmək üçün özümüzə inanmırıq, gedirik düşmən yazdığı kitablara inanırıq və bundan keçməliyik. Bu günləri gedək bir ayrı kitab açaq, görək ki, yazıb Məhmudiyyə, Risali-i Muşu Gürbə, İsmail. Görək ki, bu nə deməkdir, bu nə cür bir kitabdır, Muşu Gürbə nə deməkdir, ona bir baxaq. Eyni halda bir ayrı kitab da açaq, onu da Mirqatul Lüğədə adı, görək ki, o nə olacaqdır. Və bu iki kitaba görək, əlbəttə burada bir tarix yazıblar, Ağay Əmrullah Səfəri, Əmrullah Səfəri. Əlbəttə bu ikinci kitabdır, amma gedək birinci kitaba əvvəl baxaq, sonra ikinci kitaba baxarıq. Gördüyünüz kimi bu PDF üzərində başında
adresində yazıblar Məhmudiyyə Risali-i Muşu Gürbə İsmail. Bundan izafə bir şey burada vermir. Burada görünür ki, bu 50 səhifəlik bir kitabdır. Amma PDF-də hər PDF-in bir səhifəsi 2 səhifə kitabdan göstərilir. Bunun üçün bu kitab 100 səhifəlik bir kitabdır. Kitabın qəddi qəvarəsini qoyaq burada yerləşsin və bunun üzündən görək. Kitabı görürsünüz. Aha. Kitab indi yerləşdi səhifəyə. Qalin bir kitabdır zahirən. Bu dalası ki qəhvə idi, arxası ki qəhvə idi. Burada buranın şirazəsidir. Parçadan da görürük. Kitab bura tikilibdir. Yəni tikilib bura onu örtübdür, görsənmir. Kitabın cildi zahirən bir kağızlı yapışılıbdır ki, qərə və üstündə abı xətlər var. Nəqqaşı ola bilər, ola bilməz nəqqaşı. Osmanlıda belə bir şeylər var. Yəni belə bir nəqqaşı var. Kitabın dövrələrinə baxanda görürük kitab çox yıpranıbdır, çox işlənibdir, çox yıpranıbdır və görək ki, içi nədir olacaqdır. Gəlirik burada səhifələri biraz yekətməliyik, çünki kitabın səhifəsini açıbdır və beləsi əks götürüblər. Bu bizə yetərlidir bu qədər. Görürük ki, bu kitab İran adlanan siyasi varlıqda və yeni varlıqdır. Yəni 100 ildə olmayıb hələ bu İran adlı varlıq. Burada Məclis-i Şura-i İslami dedikləri İslami Şura Məclisinin kitabxanasında saxlanıbdır. Kitabın adı Muşu Gürbə, Məhmudiyyə be Türki və Kitabi be Farsi. Yəni nədir ola biləcək? Bunu baxaq görək. Nəsr və nəzm. İki formatda yazılıb zahirən. Biri nəsridir, yəni düz yazı və nəzmidir, yəni qoşma. Şumarə qəfəsə 18230-cu şumarə qəfəsədədir. Kitabın da nömrəsi 209 395. Xətti kitablar içində də 18230-cu kitabdır. Yenə də elə eyni əman yazını o birisi səfiyyədə vurublar. Elə bir ki, kafi gəlmir. Burada əlbəttə ölçüblər kitabın boyun. Kitabın boyu əgər düz yazsaq 20 santimetrdir kitabın boyu. Enin ölçür burada. 2 səhifəni açanda eni olur 33 sant. Yəni hər səhifənin eni 15 santıdır. Beləliklə o birinci səhifəni keçdik, ikinci səhifəni də görürük. Bəlkə elə həman səhifədir yenə. Çünki aynı şeyi görürük, amma bu səfər örtmürlər. 18230 209395 Məclis-i Şura-i İslaminin möhrünü görürük ki, təsis 1302. Bu da bir yalandır. Çünki Məclis-i Şura-i İslami 1357-də təsis olubdur. Ya 58-də təsis olubdur. Məclis-i Şura-i İslami. Ola bilməz bunun kitabxanası o zaman olsun. Bunun kitabxanası Məclis-i Şura-i Milli kitabxanası 1302-də təsis olub. Yenə o da yalandır. Buna görə ki, keçənci şeydə bir ayrı proqramda bunun üstündə danışanda Google-də elədik, oradan axtardıq, gördük ki, Məclis-i Şura-i Milli ya Milli Şura Məclisinin kitabxanası 1285-ci ildəki məşrutiyyət yox, Məclis-i Məşvərətin hökmü imza olur. Orada elə o zamanda bu məclis düzəli kitabxana yola salınıbdır. Bunun üçün bu da yalandır. Yəni bir dənə möhürdə 2 dənə yalanı ortaya çıxartdıq, qoyduq. Bu yalandır. Gedirik kitabın özünə baxırıq. Kitab bu səfər feylən bizim indilikdə baxırıq, görürük kitabın kağızı nə vəziyyətdədir. Görürük ki, kitabın ortası cırılıb, yəni şirazəsindən sökülübdür kitab, açılıbdır. Amma görürük ki, bu kitabın iki tərəfində, Bismillahın iki tərəfində qızılgül əksi qoyublar. Bu bir zaman bunlara bərçəsbi deyirdilər, bəlkə onlardandır. Yəni bu tarix ki, üstdə gördük, neçə idi? Bu əvvəldə bir tarix gördük. Yox, bu kitabın deyildi, o birisi kitabın. Tamam.
Bunu ondan qatmayaq. Hər halda bu kitabın görürük ki, səhifənin qıraqları yeyilibdir, yəpriyibdir, dağılıbdır. Bir zərrə şeh görürük. Kitabın həm aşağısında, həm üstündə şeh görünür. İkinci səhifəni açanda görürük ki, yəni 4-cü və 5-ci səhifəni burada o cırıq ki var idi haşiyədə, o cırıq görsənmir daxı. Kitab yaxçıdır, qıraqlarında bir zərrə nəm vardı, biraz da köhnəlik var, ondan altı bir şey yoxdur. Xətt əl yazma xəttidir. Yəni bu xətt əllə yazılıbdır, çox gözəl bir yazıdır. Bəlkə mən oxuya bilmərəm, oxumağıma çalışacağam, amma bir yaxçı kitabdır. O birisi səhifəyə gedirik, o da o cürsüdür. Şeiridir, buradan gördüyümüz. Bu da səhifədə şeirdir, burada şeiridir. Şuru-i Bedastan. Buradan müqəddəməymiş. Yəni 14 səhifəlik müqəddəmə şeirlə 14 səhifədən sonra dastan başlayır. Baxarıq görürük nədir? Görürük ki, burada kitabın zahirən nəqqaşiyə yer saxlamışlar ya nə üçün? Görürük ki, bir ara var. Şeirlər bir-birinin arxasından gəlməyibdir. Bir deyək ki, 7 santimetrlik, 8 santimetrlik bir ara görürük. Burada şeirin arası qalıbdır, boş qalıbdır. Əcəba burası silinibdir. Bunu da demək olar. Soruşa bilərik ki, əcəba burası silinibdir. İndi oxuyanda əlbəttə adam baxar görər ki, bu silinibdir, silinməyibdir. Bu cür zamanda nə cür silinir bunlar? Məsələn, bu kitabda silmək zor olar. İlla bu ki, buradan səhifəni çıxartmış olalar. Əlbəttə görürük ki, Şirazə də yenə burada cırılıbdır. Kitab o şey ki, toxuyublar bir-birinə, tikiblər bir-birinə, onlar qırılmayıbdır. Amma biraz kitabın ortası ya Şirazəsi xəsarət görübdür. Bunları nə cür burada nə cür kitabı bu vəziyyətdə nə cür şey eləmək olar, sansur eləmək olar. Bu şəkildə ki, bura bir kağız qoyub onu fotokopi elərlər. Onda bu görsənər. Biz baxarıq indi burada görürük orada bir şey görsənmir. Amma ola bilər ki, bu sansur deyil. Çünki mən o kopi əlaməti də görmürəm. Kopi olanda məmulən o kağız ki qoyublar, o kopi eləyələr, onun dövrəsində bir xətti qalar, bir cızıq düşər ki, o cızıq bizə görsədər ki, burada nəzərə gələn heç bir ittifaq düşməyibdir. Gedək o birisi səhifələrə, elə biləsi baxırıq, gedirik. Burada da yenə görürük ki, burada vəli görürük ki, silinibdir. İndi bu bizə qüvvət verir ki, qeydaq deyək ki, burada sansur olubdur. Bu bizə deyir ki, bu səhifə ki, burada dedik ki, sansur olunmayıbdır. Bu da sansur olub, çox diqqətli bir vəziyyətdə. Amma buradan 2 səfə gələndən sonra görürük ki, sansur olub. Hardan görürük? 2 yerdə əlamət qalınıbdır. Biri bu ki, bu aşağıdakı sətri görürük, yəni beyti görürük. O beytin üstündə görürük ki, bir xəttin aşağısı qalır. Bir oradan, bir də burada ortasında bu başda əlbəttə o deyil. Elə bu 2 dənə, bir dənə o əlamət bunu göstərir ki, bu sansur ola bilər. Bu da bir məsələdir. Bəlkə də burada dedim, əks üçün qalmaq bir yerdə, orada belə nöqtə xəttin deyirlər farsça. Qoyublar o eləyə bilər ki, onun üstünə olsun. Hələf eylən çox da qərar vermək olmur. O birisi səhifədə bir şey görürük. Yaxçıdırlar, bunlar şeirinin hələf eylən davam edirik. Yenə də burada bir 5 santılıq bir yer görürük ki, boş qalıbdır. Yenə də bunun da üstündə görürük ki, ən son beyt, yəni 4-cü beytidən sonra bir xət görürük orada. Əcəba bu sansur yeridir, yoxsa orada bir əks gedəcəkmiş. Əlbəttə diqqət edirəm, zahirən o xətdir ki, burada manəndi şikli deyə onun altında çəkilibdir. Bu birisi səhifədə də orta sətirə bəni götürmə dədə bannə ad bəni filan zadə edüm gürbə nun zad bəni. Bunun altında edüm gürbə, bunun altında o xətti yenə görürük. Ola bilər ki, o 3 yer, əlbəttə burada yenə bir ayrı yerdə də görürük. Bu səfədə, yəni 39-cu səhifənin
gedib burada bir kəlmə yazıbdı, hələ oxuya bilmədim o heç. Dutdi. Gedib dutdi. Ol küze içrə qərar. O duddinin altında da bir xətt çəkibdi ki, tikə-tikə xətti. Bəlkə də o sansur əlaməti deyil. Yenə də bura ona görə bunu da buradan deyim ki, çox da qətiyyətlə deməyək. Yenə bu birisi səhifədə də 40-cı səhifədə də 3-cü beytin altında görüb muşi tələbdə hazır. Bu muşi tələbdənin də altına görürük ki, o xəttdən var. Bu da bir məsələ. Cavabı muş. İndi o gürbəni də burada mən görmədim. Zahirən gürbəni birinci şeydə gürbə yazıblar cildidə. Amma burada biz o gürbənin cığının o ikinci xəttin görmürük. Qurbə yazıb kürbə, yəni kürbə gərək oxuyaq, əvəzinki gürbə oxuyaq. Burada 46-cı səhifədə bir başlıq burada var. Əcəba bu şeirdir ya nə mənədir buradan bilmədik, amma yenə də əl yazıdır. Onun tayı bir dənə də burada gəlibdir. Olta, təşrif gürbə muşra bərnəmənə. Əcəba burada farsiyə çöndü ya yox, hələ feylən buracan şeydir, türkcədir. Burada yenə də bir yer görürük ki, təsviri dərbari. Bəli, burada əks çəkəcəkmişlər, nəqqaşə çəkəcəkmişlər ya da çəkiblər, hər halda bu buradan yoxdur. Ona yer qoymuşmuşlar. Mən o birinci dediyim nəzərə gələn düzdür. Kitab rəngini biraz saralmağını burada görürük, amma üst-üstə çox yenə də burada üstdə bir boş yer var. Təsvir baz ki kəb cira mixorad. Burada da bir nəqqaşə çəkəcəkmişlər ki, mütəəssifanə o nəqqaşəsi yoxdur. Burada bu səhifədə, yəni 115-ci səhifəyə gəldik. Hardan gəldik? Bura sürətlə yetişdik. Onları bilmədim, amma gəldik, yetişdik hər halda. 94, 90, 86, tamam. Burada bu səhifədə 115-ci səhifədə görürük ki, gərək bu 50 səhifə olurdu, 100, burada 100, aha. Biz 114 səhifəni geçmişik, 32'ye yetişmişik. Nəcür oldu? Burada bir irad olmalıdır. Kitabın bəzi yeri ehtimalən naqisdir. Baxarıq ona da. Burada da bir iki beytin arası ki olur, bir beytin arası ki olur misrə. O misrədə bir dana bir cümlə yazıblar, ona da bir baxmaq ola bilər. Burada biraz xətt değişdi nəzərimə. Buradan bu yüzden biraz xətt değişilir. Biraz qələm işte bu kəsərli vurulubdur. Onu görsənir. Burada aynı cürdür. Burada biraz yumuşalıb qələm təzəşdən. Burada qələm çox yumuşalır və yumuşaq hərəkət edir o birisi səhifələr üçün, amma əvvəllərdə çox yumuşaq hərəkət eləmişdi. Valla burada nəzərimə gəlir ki, səhifə çox sürətlə gedir. Burada da yazıb təsviri qazi və fəqih pirşan və sam pirşan və sabir füqəha və sair füqəha. Burada da nəqqaşə çəkəcəkmişlər, nəqqaşə çəkməyiblər, bəlli də çəkməyiblər. Yəni kitabın o yüzü də görsənir. Ona görə kitabın səhifəsi nazikdir. O yüzdəki yazılar görsənir. Burada hekayədir. Burada da yenə təsvir cəngəl dər nəmənə, o da ki, əlbəttə burada qıraqlarında təsviri farsça yazıblar, amma mətn özü hələ feylən türkcədir. Yenə də burada boş yer qalıbdır təsvir üçün. Burada təsvir muşu yek nəmənə da ocaq o gürbə. Hala burada belə bir şey yazıblar. Mən bunu gərək bir seri, indi bu kitabın sonuna yetişdik. 50-ci səhifə PDF-də, amma burada 187-ci səhifəni gördük. Yəni üst-üstə gərək bu 90 səhifədən də çox oluydu. İndi buna görə ki, bu cür olmasın, buna bir baxaq görək ki,
səhifəni sürətlə qeydək əvvələ və bir dəfə bu səhifələrin sayına da diqqət eləyək. Görək ki, 2-dən keçib artıya. 2, mən bunu bir beləsə aparım görüm, 2-dən 4, 6, aha, bəs bunda 2 səhifəni bir səhifədə yerləşdiriblər bunlar. İndi buradan keçir 6, 10. Vəsətdə bir 8-i hop bulduq. 8, 10, 12, 14, 16, 18, 20, 22, 22 şey olmur. Bu nə cürdürsə, bu ehtimal verirəm ki, hər səhifədə 4 səhifə qoyublar. Kitabı biraz kiçilsək, bunu daha yaxşı görərik. Görək indi burada 26, 28, 30, 32, 34, 36. Bəli, hər səhifə, PDF-in hər səhifəsində İranda da, bunda da qızırğanıblar. Yəni PDF-də də qızırğanıblar ki, nə maddi şeydə yoxdur, amma qızırğanıblar və qızırğanmaq da xəsisliğin türkcəsidir. Burada 46, 48, pəs 4 səhifə qoyublar. Kitab, deyək ki, PDF-də 50 səhifədir. Hər səhifəni 4-ə zərb eləsək, 200 olsun. 200 deyil. Bunun bəzi yerlərində, mən indi biraz sürəti çoxaltdım. Bəzi əvvəllərində 1-2 səhifədə az qoymuşdular, onları gördük. Sonra da 82-dən də kitab qutarır, yazısı yoxdur. 88-də qutarır, 89-da qutarır, amma 50 vurulubdur. Şayət illəti dediyim kimi bu ola ki, kitabın məsələn burada bir səhifə var, burada 2 səhifə gedir, bəlkə də beləsidir. Hər halda gedək kitabımızın özünə bir baxaq, görək ki, bu kitabı oxuyanda nə cür oxuyacağıq. Əvvəldə bir dairə çəkib kitabın başında, orada görək ki, nə yazıbdır? Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə mu'in və la huvlə və la quvvətə illa billahil əliyyil əzim və sallallahu əla Muhammedin və alihi ət-tahirin və la'nətullahi əla ədaihim əcməin ilə qiyamə yevmiddin və bə'd. Haza kitab-ı müş və gürbə. Əlbəttə bunu kurbə yazıbdır. K. Kurbə. Əl-müsəmma bi-məhmudiyyə. Yəni kitabın indi adını biz burada yenə də buna görə ki, sonra da özümə də çətin olmasın. Deyir ki, bu kitabın adı Muşu Qurbə Əl-Müsəmma bi-məhmudiyyə. Məhmudiyyə min müəllifati Cənab-ı Müstətab-ül Əllam Əl-Fəham Əl-Axund. Axund, həm Axundun yazıblar, həm mollasın. Molla İsmail. Axund, Molla İsmail. Elə bu, bunun adı olacaq. Ehtimalən adı Axundudur. Axund, Molla İsmail də gəlib onun üstünə. Mütəxəllisi bi Zəbihullah. Mütəxəllisi bi Zəbihullah. Zəbihullah və ənəl əl-multəmisi minən nadirinə lihazəl kitab 1345. 1345-də bu kitabı yazıblar. Yəni, bu kitabdan ömründən bir şey geçmir. Əgər qəməri tutsaq bunu 102 il öncə yazılıbdır. Əgər şəmsi tutsaq, mənim 4 yaş, mən ne dedim, 1344-əm. Mənim 2 yaşım ya 1 yaşım olardı, bunu yazıb qalıb ki, indi ay hancısına düşər. Ona görə ya 1 yaşım var idi, ya 2 yaşım var idi ki, bu kitabı yazıblar, şəmsi tutsaq. Yəni 60 il öncə, 60 dedəyik, 59 il öncə bu kitab yazılıbdır.
İndi acaba bunun haqqında bir internetdə bir şey tapa bilirik ya yox? Gedək əslən bunu eləməyək. Gedək ChatGPT-dən soruşaq ki, ChatGPT bizə bu haqda nə verir? Aya ittila, bunu da söndürək Farsıya. Aya ittilaati درباره کتاب موش و گربه دارید؟ görək nədir? بله، موش و گربه یکی از مشهورترین منظومه های طنز عبید زاکانی قرن 8 هجری. پس bu kitabın əsli əgər o olsa و از مهمترین آثار طنز و نقد اجتماعی در ادبیات فارسی به شمار میاد. در ادامه چند نکته مهم درباره این کتاب. عبید زاکانی طنزپرداز ایرانی değil bu. زندگی در سده 8 هجری قمری، عصر حمله مغول به نابسامانی اجتماعی. Bu əgər olsa əsli kitab, əsli yazar, pəs bu nüsxə olar onda. Nüsxə, bunu yazaq, burada qoyaq, burada nüsxə. Və əsli kitabı Übeydullah Zakani yazmış olsa, qərni 8 هجریdə olsa, bunu da burada qoyaq. موضوع و مضمون موش و گربه یک داستان تمثیلی سیاسی اجتماعی در ظاهر ماجرای گربه خونخوار به نام پیشی یا پشه است که موشها را فریب میدهد و میخورد. اما در واقع عبید با زبان طنز حاکمان استمگر، مفتیان و زاهدان ریاکار فریب و نیرنگ در جامعه را نقد میکند. ساختار اثر: منظومه کوتاه حدود 150 تا 200 بیت بسته به نسخه ها. وزن: رمل مسمن محذوف، فاعلاتون 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 فاعلون. سرشار از کنایه، طنز و اشارت siyasi. Pəs bu ola bilməz. Çünki bu deyir, bu kitab neçə 150 ta 200 beytidir. Yəni bəzi kitablarda 150 beytidir. Orada deyir ki, bəsdi bir nüsxə ha. Bəzilərində deyir ki, 150 beytidir. O halda ki, bu 200 səhifəyə yaxın 188 səhifə, 186 səhifə belə desək, hərəsində də 10 dana qoysaq, 10 beyt qoysaq ki, çoxdur. Əlbəttə baxarıq indi burada beyti də sayarıq ki, neçə beytidir. Ən aşağısı ki budur, 6 beyti vardı birinci səhifədə və ikinci səhifədə burada əgər buracan bu 3, 6, 9, 11 beytidir hər səhifədə. Buna görə ki, mütməyin olaq ki, 6-cı səhifədə də bir sayaq. 2, 4, 6, 8, 10 və 11-ci. Hər səhifədə 11 beyti var. Yəni 11 beyti 180-ə zərb eləsək ki, burada 186, 180, əlbəttə zahirən də 5-də qutarmayıb. Yəni 183-də kitab qutarmayıbdır. Zahirən yarımçılıq qalır. Əlbəttə burada təmmət deyə bilirik. Burada bir şey silinibdir. Bəlkə bu elə təmmət olar, amma bu o kitab olmayacaqdır. Amma bir şey de soruşa bilirik ki, نسخه خطی فراوان دارد. بارها به صورت کتاب برای کودکان، نمایش، عروسک و تصویرگری منتشر شده. در ادبیات طنز فارسی جایگاه دارد. نمونه آغاز منظومه. چرا چی؟ نمونه موشها جمله شدند یک جای، گفت پیری که بود نامش را، کار ما زار شد چه چاره کنیم، گربه را کی به دام آوریم. موشها جمله شدند یک جا، گربه را کی به دام آوریم. بیت های بسته به نسخه ها کمی تفاوت دارد. اگر میخواستید میتوانم برایتان شرح کامل داستان. Yox, bunun yerinə bir dana da soruşaq ki, aya kitab digəri با همین نام və به قلم kim oldu bunun adı? به همین نام و المسما به محمودیه
به زاکانی منتسب است. البته تیاقچه مسما به همین نام به محمودیه وجود دارد که بیلروخ دارد ده. آیا این همان کتاب است که به زاکانی منتسب است؟ Görək bunda nə deyir buna? نسخه شناسی و تحقیقات بر اساس آنچه از منابع نسخه شناسی و تحقیقات ادبی شناخته شده است، موش گربه‌ای که به عبیدالله زاکانی مشهور است تنها اثر معروف با این نام نیست و یک اثر دیگر نیز وجود دارد که گاهی با عنوان موش و گربه محمودی یا موش و گربه محمودی معروف شده است. این دو اثر با یکدیگر یکسان نیستند. در ادامه موش و گربه عبید زاکانی این همان مشهور طنز سیاسی شما قرن 8 هجری است که تقریبا همه آن را میشناسند. ویژگی‌ها: سراینده عبیدالله زاکانی، زبان طنز و تند و تمثیلی، گستره نسخه ها بسیار زیاد، انتساب در اکثر nüsxə ha qəti və pəzirufdə şudur. Hamısı deyir bunlar şeydirlər, əl aparıblar, içinə izafə zad eləyiblər. موش گربه محمودی یا محمودیه این اثر متعلق به فرد دیگری است و از نظر محتوا، سبک و هدف با اثر عبید تفاوت دارد. سراینده کیست؟ نسخه شناسان این متن را معمولا به شاعری با لقب یا نام محمودی یا محمود نسبت داده اند. احتمالاً اثر متأخرتر از عبید زاکانی قرن 10-12 هجری قمری. Burada da həddəqəl bir şey, bu əgər Zübeyd Zakani olmasa ki, buna xətt çəkdik, ki yazmışdıq şeydir, əsli odur, o deyil. Bu da deyir ki, qarni 10-12 Hicri qəməri. گاهی در نسخه به عنوان موش و گربه محمودیه، موش و گربه محمود، حکایت موش و گربه محمودی ذکر شده است. آیا این همان کتاب عبید است؟ خیر، این متن با اثر عبید زاکانی یکی نیست. آیا یکی از این دو اشتباه دیگری پنداشته می شود؟ بله، در برخی نسخه های چاپ سنگی دور قاجار یا در فهارس کتابخانه ها گاهی موش و گربه محمودی به اشتباه زیر نام عبید آمده است چون عنوان مشترک دارد. Burada şeylərin cədvəldə müşəxəs eləyibdi, illəti şəbahətini də müşəxəs eləyibdi. Əlbəttə, əgər səhv eləməsəm, bu adda bizim rəhmətli böyük şairimiz Kərimi Məraği cənablarının rəhmətliğin də belə bir, əgər səhv eləməsəm, kamil yadımda deyil, amma belə bir kitabı var, belə bir şeiri var. Hər halda bundan geçdik, indi gedək ki, kitabımıza baxaq. Bu o kitab deyil. Pəs bu, amma bu ki, buna da bir genə də gedək şeydən soruşaq ki, ChatGPT buna bir cavab verə bilir ya yox. Aya Mahmudiyyə همان کتابی است که فردی با تخلص ذبیح الله، بلکه با ذبیح الله منصوری در سال 1345 نوشته است که در کتابخانه مجلس شورای اسلامی نگهداری می شود. Sual soruşur bu haqda bizə bir ittilaat verə bilir ya yox. Muhammed Xaman verifying Mahmud Zabihullah elevating Muhammediyyə axtarır hala hələ filan Xaman
خلاصه جواب کوتاه: هیچ مدرک اینترنتی معتبری نیافتم که نشان دهد اثری با نام محمودیه یا محمودیه خامان به همان این خامان نمیده. من burada iştibah yazmışım. Bəli. Ben bunu eğer buradan düzəltsəm bunu eləyək, xamanı götürək, xaman. Aya Mahmudi həmin kitabı. Tamam. Tazaşdan bunu göndərək. Görək ki, burada nə deyir bizim üçün. خلاصه صریح و صریح: من هیچ مرجع موثق که نشان داد محمودی همان کتاب منسوب به ذبیح الله که در سال 1345 نوشته شده و در شتابخانه مجلس اسلامی نگهداری می شود را پیدا نکردم، اما چند نکته مهم کمک کننده دارم که وضعیت را روشن‌تر کند. چه چیزهایی بررسی می‌کنید؟ در فهرست‌ها و مقالاتی که درباره آثار موش و گربه و تصحیحات آنها نوشته شده اند، نام تصدیق کننده مشهور ذبیح الله صفا بارها آمده. او در دهه‌های میانی سده 20 حدود سال 1340 تا 45 احتمالاً bu همان ذبیح الله صفا olacaqdı. 1305 البته ağına deyirik Məhmudiyyədir, bu cəlibdir. Baxarıq buna, bir də burada bunu bir-birinin yanına qoyaq, bir müqayisə eləyək, görək ki, nələr burada düz deyil, nələr düzdür. Tamam, burada indi səfəni gətirsə aşağı yazıb ki, El-Musamma bi Mahmudiyye min muallifat Cenab-i Müstətab El-Allam El-Faham El-Axund Molla İsmail. Bəlkə beləsi yazaq: El-Mutakallisi bi Zəbihullah və Anal-Multemisi və Anal-Multemisi minən-Nadirin li-hazal kitabi 1345. Tamam, indi burada bəlkə bunu Molla İsmail El-Axund Molla İsmail yazsaq nə gətirəcək? Çünki burada indi o deyil. Bunu El-Axund elə bir kitabımızı vurduq getdi bir ayrı yerə. Ubeydi Zakanini getdi. Biz bundan işimiz yoxdur. Bundan işimiz var. Tamam. İndi gələk bura deyək ki, آیا منظورتان کدام خورشی یا قمری و آیا اسم کامل مؤلف صحیح کجا burada اجر yazsaq محمودیه که نام اصلی وی آخوند مولا اسماعیل و متخلص به ذبیح الله است. کتابی در 184 صفحه با اشعاری به ترکی درباره موش و گربه دارد. Görək ki, nə ittiliat verir? Suali soruşmadıq. Görək ki, اطلاعاتی که ارائه کردی به احتمال زیاد نشان می‌دهد که متن یا نسخه‌ای با عنوان موش گربه محمودیه یا نزدیک به آن وجود دارد که توسط مولا اسماعیل ذبیح الله یا با تلخیص ذبیح الله سروده شده است و دارای اشعاری به زبان ترکی است و حدود 184 صفحه دارد. اما چه مواردی تایید شده‌اند؟ طبق وبسایتی که یافتم آمده از شیخ اسماعیل ذبیح اللهی یا متخلص به ذبیح، انسانی وارسته و ادیبی بزرگوار بود. این اثر موش گربه را باید در کنار آثار جاودانی چون فلان ارج نهاد.
این نکته که اثری به ترکی یا حداقل دارای بخش‌هایی به ترکی سروده شده باشد با آنچه شما میگویید همخوانی دارد. آیا عنوان دقیق و کامل آن موش گربه محمودیه است یا عنوان دیگری دارد؟ Ünvan indi burada gərək qeydə Xatazışdan buna baxaq. هذا موش گربه المسمى به محمودیه من تألیفات جناب مستطاب علام الفهام الاخوند ملا اسماعیل المتخلص به ذبیح الله و انا orası geçsin. Tamam. Hər halda bu o kitab deyil. Yəni qətlən bu bir ayrı kitabdır, amma hangi tarixdə yazılıbdır? Bunu da bir baxarıq, görürük ki, tapa bilirik ya yox. Pəs qətlən bu Zakani deyil. Yəni bunu burada müşəxəs edirik. Çünki bunun dili türküdür. Əsli dəlilimiz ki vardı, bu da türküdür. İkinci müqayisə eləyək ki, aya میتوانید چند بیت آغازین و همچنین چند بیت از بیت 50 به بعد را برای من بنویسید. Görək ki, buradan bizə dostlar, əgər əla baxsaz, təhqiqat çox çətindir. Yəni, təhqiqi işlər insanı beləsi aparır. Görək ki, burada nələr yazdı? Yazdı ki, متاسفانه تا زمانی که خود متن موش و گربه محمودیه در اختیارم نباشد نمیدونم. yox da bunu demədik ki نه لطفاً از موش و گربه زاکانی را بنویسید تا من آن را با این کتاب مقایسه بکنم. Tamam, indi bunu da beləsi eləyək, görək ki, Muş و گربه عبد زکانی burada bir şey oldu. Aha. deyir ki بیت شنیدم که در وقت نوبهار ز گربه برآمد یکی زارنال چو بشنید موش شدند انجمن که ای دوستان حال ما شد دمن. Burada görək nə yazır? Bu şeir ondan alınmış olar. Yəni indi biz buna baxsaq, bu ondan fərqlidir. از صفحه لوحی صاحب رقم بازار اسم الهی القلم اول قلم Qılar namı Sultan Qəyyum Qiyam əslən fərqi var. O farsdır, bu türkdür. Tamam, bunu qoyaq qırağa. Tamam. Bu kitab o kitab deyil. Bir-birlərindən başlanışlarının da fərqi var. Hətta mənalarının da fərqi vardır. Xüsusən ki, bunun bir müqəddəməsi var. Biz bu müqəddəməni oxuyacağıq. Tamam, gedək müqəddəməni oxuyaq, görək ki, nə deyir? Bismillahirrahmanirrahim. Əzəl صفحه لوحی صاحب رقم بازار اسم الهی اول قلم Qılar namı Sultan Qəyyum Qiyam qurar nəzmə orduy zehni xiyam xeymə mənisindədir xiyam نمودار در اسم یزدان جمال تپار حد احساد منشی
kəmal. Mənişi şayətdə ola, mənişi kəmal. Numudar eder ismi yezdan cemal, tapar haddi ihsade menşi kemal, menişi kemal. O ferman verir fevz zihni köçer, o ferman verir fevz zihni köçer. Gəlür lətmilə, nətmilə ta qələmdən geçər. Bu nəzm ilə olacaqdı. Yəni nədir burada elə bir şey? Gəlir nəzm ilə ta qələmdən keçə bir nöqtə var. Ona görə burada bilmədim. Nətmilərin də mənasını bilmədim. Ona görə baş tapmadım. Olan dəmdə ya banidən əvvəl bina. Olan dəmdə banidən əvvəl bina. Xudavəndə olan, xudavəndə əvvəl birən, o əvvəl səna. Xudavəndə əvvəldən əvvəl səna. Beləsi oxunacaqdır. Ki çün əsl banidi zati əhəd. Ehtimalən burada nöqtə qoymuşlar əhədin üstünə. Onu siliblər. Burada iki yerdə silmək görünür ki, əl aparıblar, siliblər. Qalan fərüdür, ondan istər mədəd. Gedək o birisi səhifə, üçüncü səhifə. Bura üçüncü səhifədir. İndi biz birinci səhifədə nə var idi? Onu görmədik ki. Heç zat yox idi. Bir dənə bu möhrüdür, bir də bu kitabın qəfəsə şumarəsi ilə özünün nömrəsi. İndi gedirik bu üçüncü səhifədə görək nə yazıbdır. Yazıb ki, hər oldəm ki natiqdən olsun nütuq ya nütq. Hər oldəm ki natiqdən olsun nütq, onun əsl bani suduri zati haqq. Nətaqdır bu da olar pəs. Hər oldəm ki natiqdən olsun nətaq, onun əsl bani suduri zati haqq. Əlbəttə bu sudur da üçdəndəli nöqtə şeylə yazılıbdır, sin ilə yazılıbdır. Sədr mənasına deyil, bilmirəm nə mənasınadır. O dil o yeri örgətdi söz bəndiyə. O dil və yeri, o dilü yeri örgətdi söz bəndiyə. Və illa nə qabildi dilsuz deyə. Dilsüz deyə, dilsiz. Və illa nə qabildi dilsüz deyə. Odur zikri çəkdi dilə fikridən. Odur zikri çəkdi dilə fikridən. Necə dildi qafil geçə zikridən. Yazdım mən də bəs nam pərverdigar, xudavənd bəxşəndəyi kirdigar, qədiri yekdəni kəmalində bəs, qədiri ki qədər kəmalində bəs. Burada əlbəttə qədiri ki nədir kəmalində bəs olmaz. Qədər də olmaz, o cürsə olmaz. Qədiri ki dəndir. Qədiri ki o məni verəmirəm nə olacaqdır. Qədiri ki qədər kəmalində bəs münəzzəmdir ya mənzəmdir hökmündə hər çiz o kəs. Belə lütf ehsan edər biqusur ki qismət tapar səx zəhri səmmadə mur. Ehtimalən səxrə mənzur ola.
tapar səxri səmmadə fəmmadə nur. Çəkib abi pak üstə fərşi xaç. Çəkib abi pak üstə fərşi xaç. Yəni fərş topraq, bu topraq ki vardı yer üzündə, deyir bu suyun üstündədir və bunu da fərşə bənzədir. Çəkib abi pak üstə fərş üstünə, hətta üstünə çəkib abi pak üstünə fərşi xaç. Dubarə çəkib xakidən abi pak. Tazaşdan, topraqdan suyu çıxadır. Belə pəhn edib süfreyi bəzlü cud. Belə pəhn edib süfreyi bəzlü cud. Əcəba pəhn sözü türkcədir, ərəbcədir. Onu bilmək lazımdır. Pehin sözü də buna bənzər yazanda ehtimalən o da pəhindən olur. Yəni pəhn sözü də pehin kimidir. Həm yazılır, həm də nəzərə gələn elə o da bir kəlmədən olacaqlar, amma bənzərlikləri də var. Pehin o şeydir ki, düşür, yayılır yerdə də. Ona görə pəhn o pehin məncə elə bir gəlir. Amma görək ki, nə olacaq? Belə pəhn edib süfreyi bəzlü cud, çatıb hər müsəlman kibru yəhud, dirib çərxi fəlakə, dirib çərxi əflakə turi nizam, veribdir, dirib deyil. Verib çərxi əflakə turi nizam, xiyalində valih qalıb xas و am. Əgər Cəbrəil ərşidə çəksə səs, əgər zir qəbradə nəmlə nəfəs, əgər zir qəbradə nəmlə nəfəs, ona yoxdur fərq inayət و qiyab و huzur. Ona yoxdur fərq qiyab و huzur. Fələkdə mələk zir qəbradə mur. Qəbra nə olacaqdır, onu da bilə bilmədim. Gedək, çox getdik əlbəttə ki, bu üçün 4 səhifədir, gərək 2 dənə. Qılıb sun-i hökmünlə ey icad gün. Qılıb sun-i hökmünlə icad gün təmizində Faruq çalıb rəngi dəlun. Rəng و لون. Qılıb sən hökmünlə icad gün təmizində Faruq çalıb rəngi lön. Faruq kəlməsi Ömər Faruqa işarədir nəzərimə. Düzdür ki, ayırmaq mənasında burada işlədib. Amma Ömər Həzrətlərinin ləqəbidir ya adıdır, bilmirəm. Hər halda Ömər Həzrətləri Ömər Faruq deyə tanınır. Şeirdə gəlibdir, amma orada bir işarə ola bilər ki, sünniliğin görsəsin. Addan da, Axund adı da o zaman ki, gəldi bir nəfərin adı oldu, ad, ləqəb yox. Yəni, mədrəsəyə getməyibdir, mallalıq oxumayibdir. Əlbəttə, bu adam gedib mallalıq da oxuyubdur, mollası da var adında, Axund molla. Axund sünnilərdə, türkəmənlərdə addır. Bizim Türkəmən səhra dediyimiz Türkəmən millətinin, Türkəmən türklərinin bir çoxunun adı Axunddur. İrib cəmi bir yerdə cəmilə əzim İrib cəmi bir yerdə cəmilə əzim qılıb dır tək özma ləhmitrə nəzim. İndi burada aha oldu, qələt oxumuşduq, düzəldi. İrib cəmi bir yerdə ləhnilə əzim. Əzm, eyn, zat, dəstəli z və mim
sümük. O şey ki Türkiyədə ona gəmik deyirlər, kəmik. Kəmik ərəbcə əzm, eyni zat mim. Biz Türkçədə, Azərbaycan Türkçəsində sümük, gəmik. Sın yenə çevrilibdir. Gəmik, sümük. Gəmik, sümük. İrib cəmi bir yerdə eyliyib, yəni eyliyibdir, iribdir, yəni gətiribdir, gətirmək. Ərişməkdən, əriməkdən. İrib cəmi bir yerdə ləhmi ilə əzim, yəni ləhm ət, əzim sümük ya gəmik. Bunları bir yerə gətirib. Qılıb dur, tək əzmi, ləhm itirə nəzim. Sümüyü də ətin içində nəzmi veribdir. Yəni beləsi qılıb dur, tək əzmi, yəni sümüyü, ləhm itirə nəzim, ətin içində ona nəzmi, nizam veribdir. Buradan iki şey çıxır. Allah xəlq elədiyi canlılar iki cürədirlər. Bir iddəsi kəmiklə ətə, kəmiki bürüyüb ətin dövrəsinə. Onlar ki, farsça səxt pustan deyirlər. Dəryada yatan ya hətta quruluqda olan bəzi heyvanlar var ki, onların ətləri sümük ilə bir-birinə yapışıq qalıbdır. Sümük olmasa o ətlər dağılar gedər. Və bu, məsələn, onlar nə mənə deyirlər, krəb filan deyirlər, yeyirlər, sındırırlar, yeyirlər, dərya heyvanlarıdırlar. Normalda dərya heyvanlar quruqluqda da vardı. Biz xərçəngi deyə, nə bilim, filan bu cür adlarından tanırıq onları. Onların ətlərin kəmik ya sümük saxlayır. İkinci dəstə heyvan onlardır ki, ət önəmlidir, sümükləri də ət saxlayır bir yerdə. O da biz insanlarıq ki, bizim sümüklərin dövrəsi ətdir. O sümükləri ət saxlayır. Yəni bizim əsli maddəmiz ki, bədənimizi bir yerdə saxlayır, ətlərdirlər, mahicələrdirlər. Və bu eşikdədir, sümük içindədir. Amma o heyvanlar ki, qabaqca dedik, farsça səxt pus deyirlər, misal vurdum ki, xərçəngi filan, bunlar da sümük eşikdədir, ət içəridədir. Sümükdir ki, əti saxlayır burada da. Cəlibdir, bu iki cürə canlını iki cürə xəlq eləyibdir. Yəni bizə göstərir ki, ət ilə də düzəldə bilər, saxlaya bilər, sümük ilə də düzəldib saxlaya bilər bədəni. Bunu da biz burada xatırladaq. Qılar ki, qudrəti ilə surətgəri, yaradır min qətrəsindən pəri. Mən burada yaradır mən qətrəsindən pəri. Mən ola bilər iki mənada olsun. Bir, insandan və heyvandan eşq-i aşiqidən sonra bir su gəlir. O suya türkcə toxum deyirlər. Hətta torun deyirlər. Yəni Azərbaycanda torun deyirlər. Eşq-i aşiqidən sonra ki, ondan uşaq xanımın rəhiminə gedir, ondan uşaq olur, ona torun deyirlər və ərəbcəsi mənidir. Onun ərəbcə adı mənidir. O su ki, kişidən ya xanımdan əlbəttə dəf olur, ondan uşaq olmur, amma kişinin dəf olan su ona məni deyirlər və türkcə torun deyirlər. Əlbəttə toxum da deyirlər ona. Türkcədə toxum da deyirlər ona. Bundan indi əcəba buradakı yaradır məni qətrəsindən ona işarə olur. Məni qətrəsindən pəri yaradır. Pəri yəni insan. Əcəba indi bunu bir ayrı cürdə görsək, qıldırır çilki qudrəti ilə surətgəri, yaradır mən qətrəsindən pəri. Bu əcəba mən insan, mənlıq
ondan muraddır, yoxsa məni elə deyək, biz məni oxuyaq. Əlbəttə burada ya uzaldıqdır, biz elə bunu məni oxuyaq, deyək ki, mənidən murad erkəkdən gələn sudur ki, dişini indi heyvanlarda boğaz salır, boğaz, yəni hamilə elir. Hamilə kələməsi ərəbcədir, onun türkçəsi boğazdır. Bizdə, Azərbaycanda heç olmasa deyirlər ki, filan heyvan boğazdır, ya filan kəsin gəlini boğazdır, yəni ki, iki canlıdır. Əgər xəşm ilə qılsa icad səs, çəkər qorxudan ənbiyalar nəfəs. Burada çəkər nəfəs, yəni ki, nəfəslərin bağlarlar, çəkərlər içəriyə bağlarlar, tutarlar və nəfəs verə bilməzlər. Əgər xəşm ilə qılsa icad səs, Allah xəşm ilə bir səs düzətsə, çəkər qorxudan ənbiyalar nəfəs. Bilə fəth bab eləyib rəhmətə əzaz, bil ümid edər cənnətə. Əzazi bi, burada nə mənə oxunacaqdır? Əzaz bi ümid, əzaz bi ezaz da ezaz deyil, əzazdır. Əzaz bi ümid edər cənnətə. Əlbəttə bi olmaz, ümid edər cənnətə. Bəs bu da olacaqdır. Əzaz bil, əzaz bi, necə belə oxunacaqdır. Nə mənədir bilmirəm bunun mənası. Əzazi ümid edər cənnətə. Bəlkə i oxusaq, əzaziyi ümid edər cənnətə. Qurub çərxi nilufəri bi sütun, göylərə işarə edir. Qurub çərxi nilufəri bi sütun, çəkib mah ilə mehri yuxudan burun, yoxdan burun, yuxudan yox. Qurub çərxi nilufəri bi sütun, çəkib mah ilə mehri yoxdan burun, yoxdan bunları gətiribdir vücuda. Bu Allaha görə fiilən bunları çəkir. Allahın səmavu zəmin kuş yevmu leyl. Əlbəttə bu xəttin bəzi yerlərini oxuyamıram. Məsələn, alən burada vücudi xudavəndə möhkəm dəlil. Səmavu zəmin o cuş o, əlbəttə burada bir şey də yazılır. Günəş ola bilər, gümüş. Burada bir dal kimi bir şey yazıb, amma o nədir, nə oxunacaq onu da bilmirəm. Səmavu zəmin gərdişi yevmi deyil, gərdiş. Səmavu zəmin o gərdişi yevmu leyl, vücud xudavəndə möhkəm dəlil. Dəlil. Verib دیده و بینی و ذوق و گوش. ذوق bu şeydir. Verib دیده و بینی و ذوق و گوش. خیال و کمال و عقل و idrak و huş. Havas 5 dənə havasdan 4-ün saydı birinci cümlədə. Verib دیده و بینی و ذوق و گوش. خیال و kemalu, aqlu, idraku, huş. 5'in də burada saydı. Xiyal, kemal, əlbəttə ehliyə billuq belə oxuyaq. Xiyalu, kemalu, aqlu, idraku, huş. Kemal, aql. Onu biri oxusaq, onda olar xiyalu, kemal, aqlu, idraku, huş. Bu ular ki vardı, o ulardan bu nəzərə gəlir ki, 4 dana da burada saydı. 5 dana deyil. Qılıb xaçu, görürsünüz xiyal, aql, idrak və huş. Bu 4 dananı gətirdi bir-birində. Qılıb xaçu, abu, atəşu, baddən. Yenə də 4 dananı saydı, 4 ünsürü. İndi burada bir şey yazıb onu oxuya bilmirəm. Vücudi müxəmmər bu əzdaddən. Burada bir fasilə də var. Əcəba burada bir şey yazmayıbdı.
Bu əzdadidən, ya burada düzdür, yazmayıb. Belə bu kitabı yazanda sətirlərin başı düz gəlsin. Arada fasilə qoyubdur. Qılıb xaç abı atəş و badidən vücudi müxəmmər bu əzdadidən. Müxəmmər təxmir eləyən. Təxmir nədir dostlar? Məsələn, hər nəyi qoysaq qalsa, xarab olsa, ona deyirik müxəmmər. Müxəmmir. Məsələn, üzümü, almanı, hər nəyi qoysaq bir dənə naylona ağzını bağlasaq, 10 gündən sonra onu götürsək, o təxmir olubdur, xəmirli. Xəmir də buradan gəlir də, xəmir sözü də ki vardı, biz o da xarab olur əslində. Unu qoyuruq, suyu ilə qatırıq, içinə də bir maya vururuq, onu da qatırıq, ağzını da örtürük, isti bir yerdə qoyuruq, əvəzin ki gözləyək, məsələn 10 gündə xarab ola, 1 saatda xarab olur. Yəni, nə olur? Onu biz ondan faydalanırıq, istifadə edirik. Biz həmişə təxmir olan, ya müxəmmər bir şeyi istifadə edə bilərik. O alma da ki, qalıbdır, xəmir olubdur, onu da yeyə bilərik. Amma məst olarıq. Əgər çiflənsə mərizdəyə bilər, amma əgər çiflənməsə, onu yesaq, almanın dadı dəyişib, alma dadı deyil. Amma içində alkol var onun, təxmir olubdur, müxəmmir olubdur, dəyişilibdir. Üzümü də bu cür eləyirlər, almanı da bu cür, meyvələrin hamısını bu cür eləyib, ondan şərab düzəldə bilirlər. Məsələn, biz normalda deyirik ki, mən özüm məsələn, belə düşünürdüm ki, şərab fəqət üzümdən düzəlir. Amma sonra gördüm ki, yox. Məsələn, mən almanın düzünü axtarsaz, o qalmışın yedim. Gördüm ki, bu, yəni imtahan üçün elirdim. Əlbəttə, gördüm də istədik, gördüm ki, bu nə məzə verir. Gördüm ki, bu içində alkol düzəlibdir. Yəni, təxmir olubdur, içi, almanın içi, üzü almadır, içi gedibdir şey olubdur, amma alkol məzəsi verir. Orada bildim ki, təxmir o cür bir şey deyil. Burada da onu deyir ki, qılıb xaç abu atəşu badidən, bu 4 danadan qılıb nə mənə? Vücudi müxəmmər bu əzdadidən. Bunlar ki, bir-biri ilə ziddilər. Geçənki günlərdə də bir kitab oxuduq, 1-2 günün içində. Orada da bu əzdadın bir-birindən nə cür bunlarla qatışıb insan və adam və hər şey düzəldibdir. Onu orada deyirdi, burada da deyir. Ola hər o nəfəsi xuda naşinas. O nə eyləsin özü vücudin qiyas. O nə eyləsin özü, öz vücudin qiyas deyir. O, öz vücudun nə ilə qiyas edilir ki, Allaha şey eləmir. Bu gecə bizim burada əcib heyvanlar hərəkət edirlər. Çıqqılı-çıqqılı milçəkdən filandan. Tamam. Verib ruhə cismitrə turi mədar. Tur ehtimalən həm işarə ilə Tur Sinaya ki, Həzrəti Musaya, Musa istir getsin, od gətirsin. O Tura orada əl uzaldır, otu götürənmir. Oddur hamma götürənmir. Od deyil, əlini də yandırmır filan. Onu işarə ola bilər. Tur dağına, yəni o işarə ola bilər. Həm də Torda bilirik ki, bir tor var da, məsələn, pərdədə olur filan, tor, o da tor. Gözümüzə tor gəlir, nə bilim, qəlbimizə tor gəlir, görmürük bəzi şeyləri, ona da işarə ola bilər. Dirib ruhə cism, verib ruhə cismitrə turi mədar. Ruhə cismin içində, orada əvvəl dedi ki, mən işarə də elədim, heyvanlar 2 cürədirlər, biri ətlə sümüyü örtübdür, biri sümüyü ilə əti örtübdür. Türkiyədə bunu qəşəng görəcəklər, o səxt pust, o nərmi, tənanlı, filanı, bəhmanı, bu da ki, farsda deyiblər, yanlış deyiblər. İttifaqən o gözəldir, məncə o türkcədə örgətim xüsusidir. Verib ruhə cismitrə turi mədar, tur şəklində, yəni elə bir pərdədir bizim içimizdə. Bulunməz nədir harudə tutmuş qərar. Bulunməz nədir harudə tutmuş qərar. Harudədə
harudə tutmuş qərar. Bu nədir harudə? Bilmədim nə olar bu. Harada. Hə, nədir harudə? Yəni harada. Bunu bir oxusaq. Bulunməz nədir? Bilinmir ki, nədir? O ruh. Harada. Harudə, yəni harada tutmuş qərar. Harada bu ruh yerləşmiş, deyir, onu bilinmir. Nədir? Gedək 4-cü səhifəni 1-ci PDF-in səhifəsindən oxuyaq. 5-ci əlbəttə. O heykəldə hər cüz tapsa əsər. O heykəldə, heykəl bu adamın başdan ayağına deyir heykəl. O heykəldə hər cüz tapsa əsər, hər bir tikə, hər bir barmaq, dırnaq, barmağın rədləri, damar, ət, sümüyü içində, bir dənə fəqət burada deyir. Hələ məsələn bunlar çox içində sillollar vardı, DNA'lər vardı, bunlardan keçək. O heykəldə hər cüz tapsa əsər, olur ruh təsirindən ba xəbər. Ruhun təsirindən deyir xəbərdar var. Bu adam ki kitab yazıb ruhi qəbul edir. İslamda da ruhi qəbul edirlər. Müsəlmanlar da ruhi qəbul edirlər. Belə xilqəti nəfsi hər kəs mətin. Bilə xilqəti nəfsi hər kəs mətin. Ta nur zat xلاق nəfsi یقین. تا نور ذات خلاق نفسی یقین. نقدر ایلسه عالم فکر تی. نقدر ایلسه عالم فکر تی. Alimin fikri nə qədər hərəkət eləyə, cəryan tapa. Tey burada getmək, hərəkət eləmək. Tey təriq də vardı da, ərəbcə sözdə ehtimal verirəm. Aparmaz xirət künhə biçun pey. Hər nə qədər deyir alimin fikri hərəkət eləsə, aparmaz xirət künhə biçunə pey. Deyir dəlilsizdir bu, pey apara bilməz onun dibinə. Künh dibi. İndi burada bir cümlə yazıb ki, Muhammed sallallahu aleyhi, beləsi oxuyacaq, sallallahu aleyhi əlamətidir. Muhammed sallallahu aleyhi şəhi cümlə cüz-i kül. Muhammed şəhi cümlə cüz-i kül. Rəsul-i üməm rəhnumay sübül. Odur əsl-i mevcud əvvəl-i vurud. Odur əsl-i mevcud əvvəl-i vurud. Qalan fər'idir hər nə tapsın vücud. Bəşir و nəzir haşimi el-nəsəb. Bəşir و nəzir haşimi el-nəsəb. şفیع علوری و شریف لقب. فصیح و ملیح عرشی پیرایدرسی. پیر ادرسی یا پیرایدرسی. geçip erşiden kemterin payedisi. Pirayedirsi geçip erşiden kemterin payedisi, payesi. Bunu ayrıca okuyaq. Fəsih و məlih ərşi pirayesi. Orada o re kimi ki yazıbdı, onu deyək ki, re deyil, o sinin dəndanəsinin aşağısında yazıbdı. Onu belə uzaldıqda sinin dəndanəsiz yazıbdı, si. Onun altında şey qoyubdu, 3 dəndanə əlaməti qoyub ki, yəni bu sidir. Pəs onda belə oxuyuruq. Fəsih و məlih ərşi pirayesi. Geçib ərşidən kəmtərin payesi. Bunun da o 3 dəndanəsinin üstünə qoyubdu. Altında o ya pirayenin yası və nöqtəsi o sin altındadır. Qasimi cinan qazi həşr و nəşr. Burada da sini yenə sı uzun yazdığı üçün indi burada diqqət edirəm. Görüm ayrı yerdə də bu cür qoyubdu.
Yox, elə burada bu səhifədə qoyubdur. Sinin altında dəndanəsini qoyubdur. Üstündə elə xəttdir. Qəsimi cinani qazi həşr و نشر odur hakimi yevm divan həşr. Buruz etsə bir zərri nuri kemal. İndi burada etsənin də yenə altında o üç dəndəni qoyubdur. Buruz etsə bir zərri nuri kemal, tamam enbiya محو olur matu lal. Beylə hökmü fərman edən iyüdən, beylə fərmanı hökmü iyüdən gedib. İyü burada gözəllik, yaxçı anlamındadır. Əbədə evdən də oxuya bilirik, amma evdə yi yoxdur, ona görə ev oxumuruq. Belə hökmü fərman iyüdən gedib, iydən, yaxçıdan ki, İncil o Turati mənsux edib. Kimin həddi var ta ki mən sevən bıraq. Burada bir şey yazıbdır, əcəb bunu oxuya bilsək. Kimin həddi var ta ki mən sün bıraq, kimin şənindədir ərşə getsin qonaq. Burada kimin həddi var ta ki min rəsun bıraq. Minsin bıraq. Tamam. Minsin. Bıraq, Həzrəti Rəsul deyirlər ki, bir hədis var, bilmirəm düzdür, qələtdir. Deyirlər, Həzrəti Rəsul Meyraca gedəndə bir vəsilə ilə gedibdir. O vəsiləyə deyirlər, ata bənzir, eşeyə bənzir, qatıra bənzir. Bilmirlər nəyə bənzir. Amma onun adı ona bıraq deyiblər. Əcəba bu bərraq deyilmiş, bıraq deyiblər. İşıldaq. Işıldaq olsa qətən bu heyvan deyilmiş, bir vəsilə-ymiş. Haman, hər halda, kimin həddi var ta ki minsün bıraq, minsün yəni səvar olsun, minsin. Kimin şənindədir ərşə getsin qonaq. Gedək o birisi səhifəyə görək ki, 6-cı səhifədə nələr var. Bu günləri çox vaxtımız geçdi axtarışlarımıza, amma oxuyaq görək ki, buracan məqərr ola qabi qovsindən, müqərrəb ola qabi qovsidən, müqərrəb ola qabi qovsidən, ayaq çəkməyə kəfşin əlinidən, duta xəlvəti kibriyada qərar ki, heç olməyə qeyri pərverdigar. Əlbəttə pərverdigar deyirik biz, amma pərverdikar yazılır. Kar, car deyil, əslində kar olacaqdır. Çünki pərverd eləyən, pərver, biz türkcə sözü olacaq pərver, pərvar eləməkdən gəlir. Pərvar, yəni pərvar nə deməkdir? Pərvardan deyil. Pərvar özü bir kəlmədir ehtimalən. Yəni nə mənə? Yəni geçətmək, kökəltmək, canlandırmaq, pərvar eləmək, canlandırmaq. Heyvanları biz saxlayırıq, pərvar edirik, yəni çoxaldırıq. Ehtimalən pərvaz da bundan gələ bilər. Yəni pər açır. İndi pər sözü də buradan gəlir. Bu pər var desaq, yəni həm pər verir buna, qanat verir, həm də var elir. Pərvar. Pür kəlməsindən olsa doldurmaq anlamına gələr. Pərvar yəni doldurmaq. Ki bu gözəlir. Kar. Kar burada gəlir, yəni işləyən, bu işi düzəldən. Pərvarkar olacaq. Car gedibdir farsçada deyibdir. Mən də onun üzü ilə deyirəm pərverdigar, amma məncə pərverdikar doğru gəlir. Mən beləsi bir burada analiz qoydum. Doğru ola bilər ki, olmasın. Çünki mən dilçi deyiləm, dostlar.
Bu ola bilər ki, yanlış olsun. Amma mən belə düşündüm. Duta xəlvəti kibriyadə qərar ki heç olmaya qeyri pərverdikar. Pərverdigar da oxuya bilərik. Yetər ta məqami hicab iclal. Hicab iclal, iclal Allahın adıdır, cəlal-u iclal. Deyir ki, onunla bunun arasında bir hicab qala, yəni pərdə. Bir hicab, bir divar. Bir şey ki, onunla bunun arasını tutub örtübdür, görə bilmir. Nədir? Ona deyirik hicab. Hicab yoxsa paltar deyil, çadıra deyil. Hicab, ələn bu hicabdır. Ki, mənim əynimdə var. Bu, gözümdə var, hicabdır. Gözüm görsənmir daha, o şey qoymur gözümü görsənə, odur. Pərdə, pəncərənin eşiyin arasında, əsən pəncərənin özü hicabdır. Pərdə ki vardır, pəncərə ilə ona, o bir hicabdır. Hər şey, bunlar hicabdırlar. İndi, mühəndisi cəhl bir hicabdır. Həqiqəti görə bilmirik biz. Mühəndisi cəhl, cəhalət mühəndisliği bir hicabdır ki, biz həqiqəti görəmirik. Bu kitablar ki yazılıblar, biz öz tariximizi, öz dilimizi, öz ədəbiyyatımızı, özümüzün, toplumumuzun sosiolojisini gedirik xaricəlilərdən öyrənirik. Bu bir hicabdır. Yetər ta məqami hicab iclal edə zülcəlalilə şirin məqal. Zülcəlal, cəlal sahibi. Cəlal dedik orada iclal, həman cəlal. Edə zülcəlalilə şirin məqal. Şirin məqal, yəni şirin danışmaq. Məqal ərəbcə sözdür. Qalə yəqulu məqal. Yəni orada bir danışıq keçib. Nə danışıq keçib bilmirik. Cəlali cəlili Muhammed gərək. Cəlali cəlili Muhammed. Burada bir sat eyni yazıb üstündə, bir də təşdid qoyubdur. Sallallahu aleyhi və səlləm. Cəlali cəlili Muhammed gərək. Di məbhut ola Cəbreil tək mələk. Ki, bu da ki məbhut ola Cəbreil tək mələk. Bu Çin fərqi o deyilən fərqlidir. İndi bunu da burada öyrənirəm yavaş-yavaş ki, D o cür yazılmışlar, K belə yazılmışlar. Məhəmməd cəmalində çox cilvə var. Məhəmməd cəmalində cəmal. Məhəmməd cəmalində çox cilvə var. Hicabat ilə türlüdür. Hicabat ilə ötürtülübdür olar. Deyir ki, bu cəmali, Məhəmməd cəmalində çox cilvə var. Onun üzündə çoxlu cilvələr var, görüntülər var. Amma nə olubdur? Hicabat ilə örtülübdür. Hicabat ilə örtülübdür. Örtülmək, üstünə bir şey çəkmək, pərdə. Məsələn, bir mücəssəmə düzəldiblər, heykəl düzəldiblər, tüccə heykəl, onun üstünə bir parça örtüblər. Ona deyirlər örtülübdür, örtülübdür, onların üstü örtülübdür. Bir ayrı adam örtübdür, bilmirik kim örtübdür, onu istir deyə, məhsul gətirir. Örtüb, örtdüm, örtdün, örtdü, örtdük, örtdünüz, örtdülər. Bu, bunun şeyidir, məlumudur. İndi, örtüldü, örtüldüm, örtüldü, örtüldün, örtüldü, örtüldük, örtüldünüz, örtüldülər. Yəni, bilmirik kim örtdü. Yuxudaydık, üstümüzü örtüb bir nəfər. Dururuq, görüşüb, üstümüz örtülübdür. Əgər kəşf ola ol cəmal bunbəri. Üst-üstürəm. Əgər kəşf ola ol hicabın biri, bu aləmdə bir nəfəs qalmaz diri. Əgər Həzrət Məhəmmədin cəmalindəki hicablar çəkilə qırağa, əgər kəşf ola ol hicabın biri, bu
Bu aləmdə bir nəfəs qalmaz diri. Nəfəs də deməyək, nəfs deyək. Bir nəfs qalmaz diri. Nəfs yəni can. Əgər göstərə nuri Əhməd Cəmal, mələik qalır zikrün matu lal. Sənəd olsun ey xacə-i kainat. Sənəd olsun ey xacə-i kainat, təcəllay ənvar həqdən salavat. Salat da oxuya bilirik, salavat da oxuya bilirik. Hər ikisi gəlir burada. Salavatı daha çox yaxşıdır. Çünki bir əlif var ortada. Salatda əlif yoxdur. Vavla teyin arasında əlif yoxdur. Amma burada bir əlif olduğu üçün salavat oxumalıyıq. Gəlir vəsfi izhar zikrə məgər. O şəmsün ki edibdi şəqqul qəmər. Hazreti Muhammedə şəms deyir burada. O şəmsün ki eyliyibdi şəqqul qəmər. Bir ayə vardır Quranda ki, Hazreti Muhammedin möcüzələrindən biri şəqqul qəmərdir. Qəməri iki bölübdür, ayı. Kim görüb, kim deyibdi? Tarixdə bunun üstündə bəhsi vardır ki, görənlər var, görməyənlər bir də deyiblər ki, yoxdur, belə bir şey yoxdur. Amma Quranda müsəlmanlar buna inanırlar. Hər halda Qurana inandıqları üçün, Quranda da bu ayə gəldiyi üçün Həzrət Məhəmməd şəqqul qəmər eləyibdir. Tarixdə deyərlər, deməyələr. Mən insaf əli hidayət buna inanıram. Çünki İslamı qəbul eləmişəm, Qur'anı qəbul eləmişəm, Qur'anın içindəkiləri də qəbul elədiyim üçün bunu da qəbul edirəm. Amma ağla sığınmayan bir şeyləri qəbul eləmirik. Ona görə buna deyiblər möcüzə. Deyiblər ki, məmuli şeylə qabil qəbul isbat deyil. Ağl ilə qabil isbat deyil. İslamda da möcüzə qəbul olduğu üçün deyirlər ki, bəzi şeylər vardır ki, möcüzədir. O olar və elm və əql onu isbat eləyə bilməz. Məsələn, nə cür? Bilmirəm ki, misalını, məsələn, istirdim sərətanı gətirəm, dedim ki, elmində onu başarır, bilir, onu deyə bilir ki, niyə bilir, məsələn, sərətandan qutarır. İstirdim deyəm ki, məsələn, təsadüfdə görürsünüz ki, məsələn, daş gəldi, o yerdə işte orada düşəcəkdə o düzənin üstünə ya adamın üstə dayandı, düşmədi, aşmadı. Məsələn, ona da şey gətirmək olur ki, sürəti orada qutardı, orada bir şey onun qabağında da durdu da o aşmadı oradan izafi. Ya təsadüf maşının təsadüflərində görürsünüz ki, ya indi videolar çıxır, adam görür ki, məsələn, birdən-birə, məsələn, adam çəkilir o üzə, ya heyvan çəkilir o üzə, dam oradan yıxılır, ya maşın gəlir oradan keçir. Bunlar, məsələn, möcüzə də demək olar, amma təsadüf, yəni bir cür də bir şey demək olar, yəni bilmirəm. Hər halda bu möcüzə məsələsi İslamda qəbul olduğu üçün, Quranda gəldiyi üçün müsəlman bunu qəbul edir. Və buna da bir əsli çıxadıblar ki, bəzi şeylər var ki, biz bilmirik. Məsələn, dünyanın yaranışı. Yəni, o şey ki, indi elmidə bingi-bəngi deyirlər ki, çox şeyi əlbəttə o görsədə bilmir ki, nə olubdur, bingi-bəngi olubdur. Onu görsədə bilmir. Amma o bir möcüzədir. Hətta o da olsa deyirlər möcüzədir. Yəni, İslamda ona möcüzə deyirlər. Deyirlər ki, Allahın ecazıdır, Allahın yaratdığı bir şeydir. İllətsiz bir şey ki olur, ya qeyri-əqlani bir şey ki olur, ona deyirlər nə mənə? Möcüzə. İslamda. Əqlə batmır. Əql onun yanında heyran qalır. Bilmir neynəsin. Buna deyək. Əql onun yanında börkün götürür, iki qat əyilir ki, mən bilmirəm nə oldu. Amma oldu. Ona möcüzə deyirik. Deyir ki, gəlir vəsfi izhara zikri məgər. O şəmsün ki eyliyibdi şəqqul qəmər. Əli vəliyi sahibi zülfiqar. Şiədir bunu yazan. 1345-də də bu kitab yazılsa, əgər bu kitab bundan öncə, hər halda bu 1345-də yazılıbdır,
Şiədir ehtimalən. Əli, Vəli, sahibi zülf. Əlbəttə, şiəliğə rəbti yoxdur. Həzrəti Əlini sünnilər də qəbul edirlər və bizdən də çox qəbul edirlər. Bizlər zaten Əlini qeyri-vaqei olaraq yekəldirik. Sünnilər o ki var onu demağa çalışırlar. Əli, Vəli, sahibi zülfiqar, odur məhrəmi sirri pərverdikar. Burada pərverdigar yazıb elə. Əli layiqi məsnədi lafətar, Əli ədüvvi bəndi Xeybər quşar. Bəndi Xeybər, əlbəttə mən bu son zamanlarda bu Xeybər məsələsində ciddi sual əlaməti qoymuşam. Ki, əcəba bu doğrudur ya yalandır? Birinci bu ki, Yəhudilər tarixdə çox bir az millət olublar, çoxalmayıblar. Çoxalmaq imkanları da yoxdur. Çox da qətliam olublar. Elə 2-ci Dünya Savaşında qətliam olublar. Çünki bunların əlinə fürsət düşəndə bunlar insanlığa rəhm eləməyiblər, tarix boyu. Məsələn, o şey ki deyirlər, Kuruş bunları nəcat veribdi, onda bunların əlinə bir fürsət düşübdü. Bunlar zahirən belə deyilir ki, bunlar tarixdə Babildə imişlər, Babildə əsir imişlər. Necə Firon tutub bunları aparıbdı Misrə? Məsələn, bu Babililər də gediblər bunları hər yerdə imişlər, əsir eləyiblər, gətiriblər orada Babildə saxlayırmışlar. Babil də bugünkü Əraq içində, Əraq adlanan yer, bir də İranın bir Kirmanşah dedikləri yerlərə şamil olur zahirən. Yəni bu bölgədə bir yerdir. İndi harda dəqiqən onu mən bilmirəm. Amma Babil oradır. Bu Babildə bunları, bu Yahudiləri gətiriblər ora. Bunların əllərində bir fürsət düşübdü. Bu Kuruş deyilən adam ki deyirlər, tarixdə, Torat belə deyir də, Torata görə biz deyirik. Tarixdə deyil, Toratdadır. Torata inananlar bunu tarix düzəldiblər sonra. Yəni deyiblər, tarixdə, çünki bu Toratda var, biz gedək buna tarix düzəldik. Gəliblər ona bir tarix düzəldiblər. İran, Ərağın bir qismətini seçiblər. Buranı, burada tarix, yalandan cəli tarix eləyiblər. İndi, deyək ki, doğrudur. Biz Toratı qəbul eləyək, deyək doğrudur. Əgər Torat dediği doğru olsa, ki, Torat bilirsiniz, çox sonralar yazıblar. Torat Allahın tərəfindən gələn kitab ya Musa dediği kitab deyil. Torat nağıllardır ki, Yəhudilər sonralar neçə 100 il, bəlkə 1000 ildən, 2000 ildən, 3000 ildən sonra bu kitabı yazmağa başlayıblar. Bunda şək yoxdur. Yəni, əsla və əbəda şək yoxdur. Təhcə kitabı ki, deyilir, öz vaxtında, Peyğəmbərin vaxtında yazıblar, deyilir ki, Həzrəti Məhəmmədin kitabıdır. Ki, belə bir kitab tapılmayıbdır. Ki, Həzrəti Məhəmmədin öz zamanında ayələr gəldikcə bir yerə yazalar, belə bir şey yoxdur. Onun üçün də Həzrəti Ömər zamanındakı gəldilər, dedilər, Qur'anı toplayaq. Əgər o zaman Həzrəti Məhəmməd zamanı, məsələn, kuttab olaydı, yəni yazanlar olaydı ki, tarixdə deyirlər, var. Kuttab olsaydı və bunlar Həzrəti Məhəmmədin ağzından vəhy deyə çıxan sözləri yazsaydılar bir yerə, dava çıxmazdı ki, onda gətirərdilər. Həzrəti Ömər deyərdi, kuttablar yazdıqlarını gətirsinlər. O 7 nəfər ki, deyirlər vardı, kuttabdı, ya hər neçə nəfər. Onlar gətirsinlər, qoysunlar bura ortaya, buradan yazaq biz bunları, bir dənə kitab eləyək. Əgər görürük, Həzrəti Ömər gəlir, bunları toplur, deyir ki, toplayaq, hər yer kəsin nəyi ayə eşidibdir, gətirsin, bura toplasın, sonra burada Əli, Ömər, Əbu Bəkr, Üsman və ayrıları otururlar, bunları seçirlər içindən. Bu, bunu göstərir ki, Həzrəti Məhəmməd zamanında bir kitab yox imiş. Fərqli kitablar çıxıb ortaya, fərqli yazılar çıxıb ortaya. Bu fərqli ortaya çıxanlardan Ömər zamanında o müsəlmanların rəhbərləri, deyək ki, bəylər, ərbablar, beləsi deyək. Yəni, bizim dilimizdə bəylər, ərbablar. Çünki əvam adamlar yox. Məsələn, bunların içində Əli var, Ömər var, Əbu Bəkr var, Üsman var və ayrılar var. Bunlar oturublar və onlardan deyiblər ki, biz seçək. Buradan bilirik ki, Həzrəti Məhəmmədin də öz zamanında əgər 7 kuttab vardı, yəni 7 yazan,
Əgər bu 7 yazanlar yazsaydılar Həzrət Məhəmmədin 7 dənə Quran olardı ki, 7-si də bir gərək olaydı. Məsələn, fikir edin ki, Həzrət Məhəmmədə gəldi, dedi ki, Bismillahirrahmanirrahim. Həzrət Məhəmməd özü dedi bunu. Yazın. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan ahad. İndi bunların hər 7-si də gərək bunu yaza. Burada ixtilaf olması 7 dənə sonunda kitab olar. Ya da ki, deyək ki, bu 7 nəfərin hamısı birdən Həzrət Məhəmmədin yanında olmurdu. Müntəha bu 7 nəfərdən hərəsi bir məqtəi tarixidə, bir şəraiti ictimaidə Həzrət Məhəmməd ilə o birisi 6-sı yox məsələn. Ya 5-i yox, ya 4-ü yox, ya 3-ü yox, ya 2-si yox. O bir dənə ki, oradadır, o yazırdı. İndi o birisi ki, bunu yazmayıbdır. Deyək ki, məsələn, Ömər oradadır, Əli yox. Əli gələr Həzrəti Ömərdən soruşar ki, Həzrəti Məhəmmədə ayə nə gəldi dünənləri, deməni də yazsın, mən də yazaram bunu. Yox, əgər Həzrəti Əli gəldi, dedi ki, tamam, Ömərə etimad edirik, Ömərdəki var, məndəki də var. Onda bilərlər ki, hangi ayəni Ömər yazıb, hangisini Əli yazıbdır, bilərlər ki, bunun artası, aşağı, bunlar hangisini qabaq gəlib, hangisini sonra gəlib, qoyarlar bir-birinin arasına. Onda da surələr bu şəkildə ki, bizə gəlir, belə surə olmaz Quranda. Surələr nə cür olar? Ayə bugün nə gəlibdir, sabah da o gəlibdir, bir gün o birisi gəlib, daha birisi gün o birisi gəlib. Hey, bundan 23 ilin içində ayələr gəlibdir. Bu 23 ilin içindəki nə gəlibdir? Onların tərtibin zaman nuzul müşəxxəsələr. Nə surədə götürüblər, bir-birinin dibinə düzüblər ki, bir-birinə də məna gətirmir ki, bu onun qalanı deyil, getmiş ayənin qalanı deyil. Amma dünənin ayəsi bugünün ayəsinə ola bilər yaxın olsun mövzusu. Hətta mən özüm infiradidə idarə etdilər, Təbrizdə infiradidə olanda mənə dedilər, buradan çıxsan, neyniyəcəksən? Ciddən də özümün göylüm buydu. Allahdan da istəyirəm mənə bir ömrü verə, bir imkanı verə, ağıl verə. Əvvəl mənə ərəb elmində bir elmi nəsib eləyə, imkan nəsib eləyə ki, mən ərəb elmin yaxşı düşünəm. Ondan sonra mən orada dediyim cavab budur ki, gedəcəm, axtaram, görəm ki, birinci gün Həzrəti Məhəmmədə nə ayə gəlibdir, ikinci gün, üçüncü gün, 23 ildə nə ayə gəlib hər gün, onun gün hesabı qoyaq bir-birinin dibinə. Və beləliklə yaxşı dərk eləyək Quranı. Çünki onda zaman, məkan və hadisələr məna verər Qurana. Biz Quranı oxuyanda daha rahat anlarıq. Amma indiki Quran vardı, məsələn, Bəqərə surəsinin 1-ci ayəsi, məsələn deyək, məsələn deyək ki, 10-cu gün Həzrəti Məhəmmədə gəlibdir. İndi Bəqərə ayəsinin mən zehnimə gəlmir, deyə də bilmirəm. Məsələn, 10-cu ayəsi mümkündür ki, Peyğəmbərin Peyğəmbərliyinin 21-ci ili, 24-cü, 23-cü ili gəlibdir, məsələn, Həzrəti Məhəmmədə. Amma beləsi qoyublar. Buradan da bəlli olur ki, Həzrəti Məhəmmədin də kutabı yoxmuş. Mənə belə gəlir. Kutab olmadığı üçün Həzrəti Ömər zamanında gəliblər, bu kitabları toplayıblar, hətta sonra yandırıblar. Yəni, məsələn, müsəlmanlara deyiblər ki, indi baxın, mümkündür ki, müsəlmanların içində bir dənə bir parça tapıla, bir yazı, bir parça mənzurum, yəni parça yoxa, bir tikə bir şey tapıla ki, onun üstündə bir ayə tapıla. Bu ayəni, məsələn, bir nəfər, məsələn, filan qəbilədən getmişmiş Həzrət Məhəmmədin yanına, Məkkiyə, orada müsəlman olubdur, orada da bir ayə eşidibdir. O ayəni, məsələn, yazıbdır. Ya eşidibdir, ya gəlibdir, yazdırıbdır. O zaman da ki, Həzrəti Ömər dəstur verib ki, hər kəsdə Quran var, gətirsin. O zaman da ya eşitməyib bu adam, ya da aparmayıb, gizlədi bəslədi. Deyib, ağa, mənim özümdə qalsın, mən niyə verirəm ona ki, Həzrət Məhəmməddən eşitmişəm, mən özümə saxlayıram. Özümlə qoysunlar qəbirə. Mümkündür, qəbirdən bir zaman açıq görək ki, bir dənə parça tapıldı, orada bir ayə var. Bu ayə Quranda, indiki Quranda yoxdur. Ola bilər. Ola bilər. Ola bilər ya özü ilə aparsın, məsələn, bir ayrı məmləkətə.
ki, onlar məsələn 100 il sonra, 200 il sonra müsəlmançılıq ora gedib yetişə məsələn. Tacir imiş məsələn deyək. Gəlibdi, eşidib ki, Həzrət Məhəmməddən belə bir söz var. Ya Həzrət Məhəmmədin yanına gedibdi, eşidibdi, ya Həzrət Məhəmməd danışanda eşidibdi, ya əslən görüb bir nəfər satır. Deyib ki, bunu məsələn bu yazını sat mənə, aparım özümünə. Tacirdir da, tacir adamdır. Bəzi tacir adamlarda belə bir şey var. Məsələn, indi necə bir adamlar görürsünüz ki, belə bir şey var da. Məsələn, nəqqaşını, məsələn, mənim oğlum nəqqaşı oxurdu. Burada bir ustadı var idi. Oğlum oranın dəbiristanı qutaranda ki, nəqqaşı listəsini qutarırdı. Ustadı deyir ki, qızım, əstəğfurullah. Qızım, nəqqaşını qutaranda müəllimi dedi ki, $200 verdi ya $300 verdi, yadımda deyil, amma mən özüm yadımdadır ki, bunu mən nəqqaşını özüm apardım, o müəllimə verdim, evinə getdim, məsələn, evində oturduq biz. Bu adamın. Dedim də ki, niyə bundan nəqqaşı çəkdirmirsən? Dedim, mümkündür bir gün bu qız böyük bir adam ola. Bunun nəqqaşısı milyonlara satıla. Onda mən bunu satacağım. İndi $200 alıram, amma onda məsələn, birdən mümkündür bu gedə, məsələn, 50 milyon, 100 milyon. Onda mən bunu satacağım. Milyon, 50 min, hər neçəyə getsə, onda bir böyük pula sataram, geçsinlər məsələn. İndi, mümkündür ki, bir nəfər olacaqsa, Həzrət Məhəmməddən bir söz ya özü eşidib yazıbdır, ya birindən alıbdır, tamam, sən bunu dəvə üstündə, dəvə dərisində, ya qoyun dərisində, ya ceyran dərisində, ya bir malın dərisində yazmışsan, ya bir təxtə üstündə yazmışsan, ya bir parça üstündə yazmışsan. Bunu ver, mən alım, aparım. O birisi aparım da, nə işin var, aparırım. Aparım özünü saxlayıb. Məsələn, mümkündür bir zaman o Quran tapıla. Ya mümkündür bir yerdə o saxlanır, bir ayrı məmləkətdə saxlanır. Məsələn, Məsihlilərdə, Yahudilərdə mümkündür o cür bir şey ola, saxlayarlar. Müqəddəs də hətta deyərlər. Deyərlər, İslamın müqəddəs şeylərindən əmanətlərdir. Adını da indi əmanət deyirlər bu cür bir şeylərə. Ya İslamın gizli qalmış bir kitablarından, məsələn, burada var. Budayilər, məsələn, Hindilər, Çinlilər və ayrı millətlər. Mümkündür, bunlar aparıblar, məsələn, qalıbdır. Yəni, mən bilmirəm ki, o tapılsa, mümkündür ki, taza bir şey çıxılsın. Taza bir şeylər olsun. Odur küşti, kəşti, nuhu, yeridi necat, verdi necat. Odur kəşti, Əlidən danışır. Odur kəşti Nuhə verdi necat. Burada Əlini şey elədi, da apardı göyə. Əli layiqi məsnədi la fəta, bir hədis var. La seyfə illə zülfəqa, la fəta illə Əli, belə bir hədis vardı, elə bir güya. Orada la Əli layiqi məsnədi la fəta, Əli ədüvvi bəndi xeybəri güşa. Ha, onu dedim, niyə? Buradan söz hara gəldi bura? Oradan Xeybərdən gəldi ki, o zaman nə qədər Yahudi var idi? Ha, Yahudilər, əvvəl deyim bunu ki, Yahudilər orada kuruş gəlmişdi, dərvazələrin eşiyində idi, içəriyə girə bilmirdi. Yahudilərlə danışdı, onlara içəridəki Yahudilər, bunlara xiyanət eləsinlər, neynədilər? Onlar apardılar, o dərbarda olan insanların yediklarına, içdiklarına, ordunun üçün şey qatdılar, zəhər qatdılar, ya sən qatdılar, ya bir şey qatdılar ki, bunlar ya öldülər, ya da huşdan getdilər. Ondan sonra da gəldilər, qapını açdılar, kuruş girdi içəriyə. Belə bir nağıl var. İndi bu nağılın da Yahudilər beləsi olubdur. Yəni, əllərinə fürsət düşəndə qətliam eləyiblər. Məsələn, onların bir bayramları vardı, deyirlər ki, qətliam bayramıdır da. Məsələn, İran adlanan yerdə qətliam eləyiblər. Bugünkü İran adlanan yerdə qətliam. Çünki burada da Yahudi deyirlər olubdur. İndi, Yahudilər çox az bilmirlər, çünki nənə doğmasa Yahudi olmaq olmaz. Müsəlmanlar, Məsihlər o cür deyirlər. Məsələn, bir dana, hər kəs gedib bir kilsə də Yahudi, Məsihi ola bilir. Hər kəs gedib bir müsəlman adamın yanında Məsihi, müsəlman ola bilir. Amma Yahudiyyətdə belə deyil. Sən gedəsən, deyəsən, məsələn, Yahudi olan olmaz. Gərək nənə, Yahudi nənə doğa ki, bir nəfər Yahudi ola. Nənədən geçir Yahudilik. Bu
Amma belə soru mənə budur. Əcəba Mədinədə, o zaman Mədinə adlanan yer, nə böyüklükdə yerdir. Bir bu iki il bu günləri görək ki, Mədinə ki, tarixi Mədinədir. 1400 il bundan qabaq, 1447 il qəməri bundan qabaq, o Mədinə nə böyüklükdə bir yer imiş. Orada neçə adam yaşırmışlar ki, onların bir qələsi ola Xeybər adında. Niyə Məkkənin yoxudur? O birisi yerlərin qələsi yoxdur. Amma məsələn, yəni məsələn orada gəlirlər şeyə də deyirlər ki, bir dənə də yalancı Səlman Farsi yaradırlar tarixdə, yalancı. Çünki əgər Həzrəti Məhəmməd Xeybəri görübdür, Xeybər Mədinədə olsa Həzrəti Məhəmməd görübdür. Yəni Həzrəti Məhəmməd tacir olsa, diqqət buyurun, Həzrəti Məhəmməd tacir olsa, səfərə getmiş olsa, elə yaxın yerlərə, Yəmənə, o yüz bu yüzə getmiş olsa, görəcək ki, ya məsələn Hindistana getmiş olsa, ya bugünkü İrana gəlmiş olsa, ya Ərəbistanın yaxınlıqlarında hallar var. Məsələn, Nəxşəni açsaq, baxsaq da, yəni biz bu gün Nəxşəni açaq, buradan geçsək, Nəxşəni buradan açaq, deyək ki, əslində yox, deyək Məkkə. Çünki Məkkə şeydir özü. Məkkə özü şeydir, tarixi bir addır və çox məşhur bir addır. Əgər eləyə bilsək, indi bunu bizim internetimiz işləsə, Məkkənin dövrəsini görək. Əgər Həzrəti Məhəmməd ki, cavanlığında mötəqiduq, belə bizə deyiblər, səfər eləmiş olsa Məkka, tamam. Gətirək Məkkəni hardan gətirirsən? Məkka yazdı. Əgər Həzrəti Məhəmməd özü səfər eləmiş olsa və deyək ki, dənizdən keçib, musafirətdə keçibdir, yəni ticarət ilə məşğul olubdur. Calibdir, bu gətirmədi. Mən görək ki, əgər silsə lazım qədər. Calibdir, nə oldu buna? Yox oldu. Burada gedib üstə əlbəttə, Məkkəni burada gətiribdir. Burada Məkkəni gətirdi, amma Nəxşəsini gətirmədi. Bunu istəyirəm deyəm. Əgər Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm ticarətə getmiş olsa, qətlən qələ görmüş olar. Çünki o zaman deyək kətlər yox, amma o yerdə ki 20-30 dana ev var, oranın dövrəsində qələ qoyurlar. Çünki düşmən gəlir, düşmən yox, oğrular belə gəlirlər, o da adamların var, malların, heyvanların, var yoxlarını aparırlar, özlərində öldürürlər, uşaqlarını əsir aparırlar, özlərini əsir aparırlar. Bunu qorumaq üçün oranın dövrəsində divar tikiblər. İndi əgər bu olmuş olsa, Həzrət Məhəmməd də səfərə getmiş olsa, deyək ki, Məkkədə belə bir şey yoxdur. Yəni Ərəbistanda deyək belə bir şey yoxdur. O zamanın Ərəbistanda. O zaman Ərəbistan adında bir yer yoxdur. O zaman Məkkə var, Mədinə var, filan var, Bəhman var ki, Mədinənin də adı da Mədinə deyil. Tamam, Nəxşə burada indi gəlir yavaş-yavaş. Görək bura haradır əslən. Bura Kanadadır. Bura Ontariodur, tamam. Aha, bu Nəxşənin indi hələ gəlir bura. İndi buradan biz gələk. Yetişək, bura Çindir, Monqoliya, Çin. Bunlara da elə bir diqqət eləsək, yaxçıdır, indi gəlmişik. Biraz da kiçikləsək, bəlkə Çində görsünür. Bu xətlərin arasını görürsünüz. Bu üst tərəf, bu xətlərin üstü Rusiyədir. İndi buranı yeşəldə bilirik. Bura Çindir, görürsünüz, buradan suyun qırağına gəlir. Bura Koreyadır, North Korea, South Korea. Yəni Çinə yapışıqdır bir cürü.
Mən heç özüm bilmirdim. İndi diqqət edirəm. Japon suyun içindədir. Bura Kore Şimali, bura Kore Cənubi. Kore Şimali yapışıqdır Şimali Kore ya Kuzey Kore yapışıqdır Çinə. Güney kürə buradan ayrıdır, ortadan bir xəttləri var. Bura Çindir, görürsünüz, yekə bir yerdir. Üstü Mongoliya, yəni Moğolistandır bura. Görürük. Üstü də Moğolistan, üstü də Rusiyadır. Bura Qəzzağistandır, Qazaxıstan. Qazax türklərinin torpağıdır. Bura görürsünüz. Ta Xəzərin buracan gəlir. Yəni diqqət eləsəz, baxın, Xəzərin burasınacan Qəzzağistandır. Burada Üzbəkistan Qəzzağistanın içində demək olar bir tikədir. Gəlir buracan. Türkmənistan Qəzzağistanın altında həm Rusiya, Qazaxıstana yol var, həm Üzbəkistana. Bu da Türkmenistan'da gəlir İranın mərzindən, Əfqanistanın mərzinə. Üzbəkistanın da biraz mərzi Əfqanistanla var, Tacikistanla var. Tacikistanın İranla heç bir sərhəddi yoxdur. Bura Farsdılar bu Taciklər. İndi bu Taciklər hardan gələ bilərlər dostlar? Baxın. Ya gərək bu Moğolistandan gələrlər, ya gərək Çindən gələrlər, ya Üzbəkistandan gələrlər. Yeri yoxdur. Əfqanistana da belə Üzbəkistanın, Tacikistanın Əfqanistana yolu var. Və burada Pakistandır yenə. Biraz da ehtimalən buradan Pakistana yeri yoxdur əsla. Çünki bura Əfqanistandır. Bu tikə ki burada var Əfqanistandır. Bura Pakistandır, görürük. Haracan Pakistandır. Bunlar Pakistan beləsi bir... Hətta burada bir yer də var. Bəlli deyil ki, bura nədir? Pakistan qatışıb burada. Bura Nepaldır. Batundur. Bura Bangladeşdir. Bura Hindistandır. Hindistan'da buradan görürük. İndi bura Hindistan idi. Pakistan Hindistan idi. 50 il bundan qabaqcan 60 il bundan qabaqcan 50 il bundan qabaqcan Pakistan Hindistanın bir parçası idi. Hindistan'da ki bunun var, bu da taza addır. Hindistan adında bir məmləkət yox idi tarixdə. Taza bir addır. Necə ki Misr adında bir məmləkət yox idi, o da taza addır. İran taza addır, taza məmləkətdir əslən bu. İndi hər halda bura İrandır, görürük. Azərbaycan, Türkiyə, burada Ermənistan, indi taza bir Ermənistan var burada. Bura Nəxçəvandır. Bura Gürcüstandır. Bura Suriyədir. Bura İraqdır. Ərəbistan buradır. Məkkə də buradır. Məkkə buradır. Görürsünüz? Bura Məkkədir. Yekəldağ. Bunu görək burada. Bura Məkkədir. Əvvələn bu qədim Məkkədə o qədər adam yoxmuş ki, çöllük imiş. Bura kim gələcək idi ki? Bura gələrlər, həmlə eləyələr. Bunların öz aralarında tayfa davası olmasaydı, bunların dayvaları yox idi. Bura Məkkədir. İndi bu Məkkə yekəlibdir. Bu yekəlikdə bir yerdir. Amma orada o zaman adam çox azmış. Qətən adam çox azmış. Ya da ki, yox imiş əslən. İndi Mədinə haradır? O şey ki, deyirlər Mədinə. Bura Cəddədir. Mədinə haradır? Taif. Taif dedikləri yer buradır. Ki, biz bura Mədinə deyirik. Taif. Bu da elə, baxın, Məkkə ilə buranın heç fərqi yoxdur ki, yəni, indi burada Məkkə bir cür olub ki, suyu zadı görsənmir, ağaçlığı. Buranın ağaçlığı haradır? Biz buranı əgər indi burada satelit eləsək, yəni bunu mahvariyə çevirsək ki, yer görsənsin. Bura Taif. Buraydı da. Radif Park. Burada bir dənə park var. Taifdə. Burada ağaç yoxdur, baxın. Hayla bir su da yoxdur. Yəni burada ağaçlıqdır bura. Olsa su burada olacaq. Bura olacaq dərə. Çünki burada ağac çoxdur. Amma burada su görsənmir. Baxın. Burada biraz əkinəcək var. Çətdir. Bura yoldur, çət yollarıdır. Burada da məlumdur. Bu taza sulardır ki, verir, dövlət verir ki, 1000 metr enində bu şeydir, dairəsi. 1000 metrdir, nə qəddir bunu şey edirlər, dairə əkirlər ki, burada torpaqda su əksinlər. Burada yoldur, dövlət əkibdir.
evcad düzəldibdir. Bunlar onlardır. Yəni məsnun su ilə düzəldirlər. Məkkə, Mədinəyə baxırıq. Bu Mədinənin şəhəridir. O qırağı idi. Burada parçıdır. Baxın. Bu da Mədinənin içidir. Burada belə bir dənə şey yoxdur. Burada nə mənədir? Bir önəmli bir yer kimi göstərir bunu. Məscidil. Bura bir məsciddir. Burada məscidxana. Bura bir məsciddir. Görək bu məscidin əksini göstərir. Məsələn, burada mütəəssifanə bura, görək bura adam düşsə, bu adamı qoysaq bura. Adamı qoyduq. Bura o məscid dedikləri yerdir, baxın. Bura belə bir məsciddir. Yəni bura məscid olacaq, bura. Baxın, burada bir əks qoyublar, nəqqaşı, baxın. Bir əkkasılıq edib nəqqaşı qoyub. Yəni buranın məscid imiş. Buranın harası məscid imiş? Daşdır da, bəllidir buranın daşı. Tamam, dağdır. Əcəba bunun üstündə tikilmişmiş məsələn. Baxın, buranı mən dolandırıram. Yaxşı, buranın dövlət gəlib dövlətini tikibdir. Bura qədim məscid imiş. Dağlıqdır, bunun harası məscid imiş. Orası bəlli deyil. Mən bu xiyabanı biraz gedim qabağa. Aha, bu otobusu geçdik dalıya. Yenə gəldik burada. O adamlar burada görsənirdi. Baxın, bu ev. Burada bir ev var. Əgər məscid olsa, bura olacaq məscid. Ki, dövrəsində belə tikiblər ki, yəni bura məsciddir. Burada da bir taza saxtımanda tikiblər, bəllidir. Yenə qeydək buradan bir, gedək biraz buyuzduq. Tamam. Get da, bir qabağa get, görə xara gedirsən. Getmədi qabağa ki də burada. Burada elə həmin o tablodur, yenə oradan görsənir. Burada məscid yoxdur. İndi yenə buradan çıxaq, hər halda. Buradan çıxaq, burada. Tamam, nəqşəni biraz da yekəldək. Tamam. Bu Mədinədir. Mədinədə, məsələn, bu Yahudilərin indiki Mədinəyə baxırıq da. Yəni, indiki Mədinə, qədimki Mədinədən milyon bərabər yekədir. Əvvələn gərək, indi o Xeybərdən bir əlamət burada qalaq. Xeybər hardadır, bunu tapmaq lazımdır. Görək, o Xeybər, bu Mədinənin, məsələn, indi burada Mədinənin gərək bir yeri olar ki, çox mühüm ola da. Burada bir şey var. Görək, bu məscid haradır. Abdullah ibn Abbas Mosk. Abdullah ibn yəni Həzrəti Peyğəmbərin əmoğlusu, Həzrəti Əlinin qardaşı Abbas var, İbn Abbas məşhurdur. Onun məscidi buradır. Tamam. Bu onun məscididir. Bu daha görürük. Bunun deyək şəhrin mərkəzidir da. Bu o zaman şəhrin mərkəzidir. Həzrəti Əli zamanı, Həzrəti Peyğəmbər zamanı bu adamın gözü də körmüş. Bu şəhrin ortasında bir yerdə qalırmış. Ya şəhər olmasın, kənd imiş, bir yerdə qalır. Bunun dövrəsində belə bir dənə bulaqzat yoxdur. Bulaq olardı, yəni burada bir çay yoxdur. Bu nə mənədir burada? Burada yazmayıbdır. Məscid-i Divan Əl-Məliki Əs-Suud. Burada məscidi, bu məscidi bəllidir, taza bir şeydir. Tikiblər yaxınlığında da bura ehtimalən mədrəsədir. Qəsrül Məlikil Feysəl. Burada Qəsr-i Məlikil Feysəldir. Hətta qəsrə belə baxırıq, baxın. Mən o cür bir şey görmürəm. Burada da bir şey var. Bu nə mənə? Cami-i Əl-Məlik Fəhəd. Burada məscidi Məlik Fəhəddir. Yenə də taza bir şeydir. Bunun da yaxınlığında bir çeşmə falan görsənmir. Yəni gedək. Bura məsələn da şəhrin əyan yeridir da. Yəni indi bura həm Həzrəti Məhəmmədin ehtimalən İmare-i Muhafizətül nə mənə? Bu nə mənədir? Taif Governorate. Burada dövlət mərkəzidir. Taif dövlət mərkəzi. Yəni buranın neçə mərkəzi var, neçə yerə bölüblər, şəhrin neçə şəhridən ibarətdir. Orada bir dənə dövlət də burada olubdur. Baxın, Taif bu yekəlikdə bir yerdir. Baxın, Mədinə dediyimiz indiki Mədinə ki, Allah qismət eləsin, mən də oranı gedib görə biləm. King Abdüləziz Park. Burada da parkıdır. Baxın, bura parkıdır. Diqqət buyurun. Burada parkıdır. King Abdüləziz. Ki də bunun yaxınlığında bir çeşmə bulaq görsənmir. İndi hər halda qeydçaq öz bəhsimizə.
burada Xeybər olsaydı, Qəl'ə Xeybər olsaydı, Həzrəti Məhəmməd burada bir yerdə yaşırmış. Çıxıb dolanmağa belə bu Yahudilərin məhəllələrinə gedərdi də, görə ki, orada bir qələ var. Nə cür olardı ki, bu qələdən bilməyə, Səlman-ı Farsi deyə ki, mən İranda bilirəm, qələ var idi, gəlin sizə qələ düzəltməyə öyrədim. Ya mən bilirəm qələ ilə nə cür savaşardılar, gəlin sizə qələni öyrədim nə cür. Qələ ilə savaşır. Çünki Həzrəti Məhəmməd onda da qələni bilərdi da. Yəni bu qədər şey, burada da bir şey var. Yox bu qələ əhsi qoyub. Burada yox bu nədir? Bu da şəhərdən çox qıraqda bir yerdir. Yazıb ki, Zəbaihud Deyrə. Zəbaihud Deyrə. Burada deyir olur qələ bu şeylərin Məsihilərin, Yahudilərin deyək ki, yaşadığı yerlərə deyir deyirlər. Orada o bir yerdir da, yəni məscid kimi bir yerdir, ibadətgah. Onu məsələn düzəldib. Burada bir iki dənə zəmi görsəniz, suyu yox. Deyim, yəni buralara deyim deyə bilərik da. Yəni suda olsa məsələn burada yağışır biraz. Yəni burada bir şey yoxdur. Yəni Məkkədən də biraz uzaqdır. Yəni mən deyim ki, Məkkə məsələn, Məkkə buradır. Bura şeydir. Burada dağlardır da, yəni bəllidir. Burada Cəddədir. Mədinənin ölkəsi o qədər də ki, mən deyirdim, bəs o qədər də şey deyil. Yəni Məkkə özü çox quraqlıqdır, deyək ki, Mədinə çox şeylikdir. O cür bir şey yoxdur. Mənə həylə gəlir, heç olmasa. Mən Mahvari ilə indi baxıram burada. Dostlar əgər buna dəqiq bir şey bilsələr, bizə də desinlər. Biz də bunu öyrənək də, yəni şeydir, günahdır, bilməyək. Bura Məkkədir. Ora getdik uzağa, Mədinə də bu aralarda bir yer idi da. Hər halda, məncə tarixdə bəzi şeylər yalandır. İndi də bu mahvarə bizə köməklik edir. Əlbəttə, mən bir gün bəlkə eləyə biləm bunu daxı yaxçı axtaram, tapam. Amma qeydək kitabımıza, çünki mən o kitabı oxuyacaqdım. Kitabı uzatdıq, 2 saatı keçdik. Mən Xeybər məsələsi ilə müşkülüm var. Eyni halda Həzrəti Əli o Xeybərin qapısını götürə bilməz. Necə ola bilər? Bir dənə Xeybərin qapısı qələ olsa, qələnin deyək qapısı o qədər möhkəmdir ki, bunu yandırmaqla aradan getməz. Sındırsan da bunu, məsələn, aylar gərək buna şey vururlar, qoçbaşı deyirlər Türkiyədə da. Qoçbaşı ilə bunu vururlar, sınmır. Yəni, qapı o qədər qalindir və o qədər ağırdır və bunun üstündə divar var. Yəni, əgər bir nəfərin zoru çata, bu qapını yapışa qavuzuya, o divarı gərək yıxa, qapını oradan çıxadır, yoxsa oradan qapı çıxmaz ki. O qapı çıxsa bizim həyətin qapısı ondan bəhdir, yəni. Da ona qələ deməzlər. Yəni, bizim kətdə qapımız yoxdur, amma evimizin qapısı var idi da kətdə, hər evin qapısı olar. Onun qapısı o qələdən bəhdir, çünki onu İmam Əli də gəlsə çıxada bilməz. İmam odur kəştiyi Nuh verdi nəcat, şikəst etdi kəsr edər Lat-ı Mənat, Lat-ı Mənatı sındırdı. Kəştiyi Nuh, yəni bunlar biraz yekətmaqdır da, qabartmaqdır. İmam-ül üməm, şöhri ruzigar, vəli xuda, dəsti pərverdigar, sücudi. Burada vücudə əgər gəlməseydi Əli, baxın bura, vücudə əgər gəlməseydi Əli, tapılmazdı Allah'a bir kəs vəli. Vücuda əgər gəlməsəydi Əli, tapılmazdı Allah'a bir kəs vəli. Niyə Allah məsələn bir ayrısın vəli seçə bilməzdi? Yəni məsələn İmam Həsən var, İmam Hüseyin var. Ondan sonra o birisi imamlar. Hələ ayrı adamlar deməyək. Ha, niyə məni məsələn Allah vəli seçə bilməz idi? O əgər məsələn Əlini yaradaydı, məni də yaradaydı. Allah deyir ki, mən Əlini seçmirəm, İnsaf Əlini seçirəm. Məsələn olmazdı. Allahın iradəsinə qabaq məsələn, yəni Allah bu qədər naqis şeydir ki, əgər Əlini nənəsi doğmasaydı, Allah qoymasaydı Əli doğulsun, məsələn, yerinə bir ayrı adam doğa bilməzdi, məsələn.
qalırdı nəhan tiğədən tiğə qalırdı nəhan tiğə zülfiqar, heç olmazdı dini küfrdən aşkar. Yəni dini küfrdən Həzrət Məhəmməd aşkar eləyib. Əliyə nə rəbti var ki? Belə qəbzədir qəbzə-i zülfiqar, belə qəbzədir qəbzə-i zülfiqar, götürməz məgər dəsti pərverdigar. Yəni elə bir ağırdı bu ki, buna Həzrət Allahın əlindən sonra heç kəs götürmək olmaz. Allahın da əli Həzrət Əlidir. Buna deyirik, bunlara nə deyirik? O deyirik da, hər halda səzadır o tiğə Əli tək Əli. Üzr istəyirəm. Səzadır o tiğə Əli tək yəli, ki çalmaz onu qeyri az Allah Əli. Qeyr az Allah, qeyr az Allah Əli. Burada əzi belə yazıb ki, elə bir ki, əz özü türkcə sözdür. Calibdir, bu mənə taza gəldi. Səzadır o tiğə Əli tək yəli, ki çalmaz onu qeyr az əzmaq sözündən gəlir nəzərimə ki, əzmək. Əzdim. Ehtimalən o sözdən. Qeyr az Allah Əli. Burada əli, əl mənasındadır. Bu əl. O əli eyni ilə yazılmışdır, bu əlif ilə yazılır. Əlidən səvay tiğ bikəs qalır. Əlidən səvay tiğ bikəs qalır, məgər neynəvadə öz oğlu çalır. Bilirik ki, eşitmişik tarixdə ki, bu Əli əleyhisselamın Zülfəqar adlı qılıncın adı var imiş. Yəni hüviyyəti var, qılıncın da hüviyyəti var, hələ qala insanın və millətin. Deyir ki, bu sınıb aradan gedibdir. Amma burada deyir ki, Neynəvada, yəni Kərbəlada, belə gəzdirir qəbzəsindən sığar. Belə gəzdirir, gəzdirmək, yəni fırlandırmaq, dolandırmaq. Gəzmək də bilirsiniz, gəzmə sözü də bundandır. Gəzmə ki, farslıya keçibdir, o adamdır ki, dolanır, gəzir. Gəzmə əslən şeydir, yəni bir idari, türkcə idari ləqəbdir. Adam gəzir, gəzmə, gizir. O da gəzir sözündən gələcək, gizir sözü. Belə gəzdirir qəbzəsindən sığar, sıxar, sıxmaq, sıxmaq. Qəbzəsindən, dəstəsindən sıxar və dolandırar. Əlini fəramuş edər zülfiqar. Yəni, indi İmam Hüseyndən danışır hətmən də. Elə deyir bunu şeylər ki, onun yadından çıxar ki, İmam Əli bunun sahabidir. Deyir, bülmək olmaz nəsən ya Hüseyn. Deyir, bülmək olmaz, elə deyir bunu dolandırır ki, qılış deyir, bülmək olmaz, nəsən, ya Hüseyn, sən nəsən, ya Hüseyn, sən nəsən, vəli, heyf, ləb teşnəsən, ya Hüseyn. Getdi İmam Hüseynə yetişdi. Deyir, heyf olsun ki, sən ləb teşnəsən, susuzsan. Çəkilsə əgər qeyb üzündən qicab, ki, yəni Hüseyn kəşf qılsa nüqab, kəşf qılsa nüqab, yəni kəşf eləsə, açsa. Kəşf ərəbcə sözdür. Kəşf-i hicab ki, deyiblər, yalan sözdür. Kəşf-i hicab olmayıb İranda. Kəşf-i hicab olmayıbdır. Çünki hicab yox idi ki onda. İnsanlar onda hər millət öz paltarını giyirdi. Və orada hicab deyə bir məna, elə paltar giyirdilər. İnsanlar paltar giyirdilər. Özəlliklə bizlərdə, yəni türklərdə, türkəmənlərdə, qəşqailərdə hicab deyə bir şey yox. Arvadlar üzlərini örtməzdilər. Əgər ona desələr, o da nüqabdır. Rıza Şah dövründə neynədilər? Kəşf hicab eləmədilər. Səlbi əlbisə-i milli elədilər. Əvvəl erkəklərin paltarını zorla değiştirdilər. Sonra arvadların paltarını değiştirdilər. Yox, nəinki arvadlara dedilər, siz lüt olun. Yox, belə bir şey yoxdur.
Bir dənə siyasi, iqtisadi bir iş gördülər. Bu millət gərək tolidatı içəridən dayanıydı, ta bunlar eşikdən eləyə bilirlər. Çünki demişəm, hər vaxt farsların əlinə fürsət keçibdi, milləti və məmləkəti qarət eləyiblər. Özləri nəf üçün. Rıza Şah zamanında millət özü yumurtasını düzəldirdi, hər şeyin özü tolid edirdi. Eşikdən çox az gəlirdi mal içəriyə. Buna görə ki, eşikdən mal gəlsin, bir iddə sərvətli olsun və içəridə tolid dayansın, millət eşiyə möhtac olsun bu Avropalılara, Məsihlilərə, Rıza Şahı işə gətirdilər. Rıza Şahın bir işi bu idi ki, neynəsin? Dedi, kişilərin paltar giyinmək haqqı yoxdur. Əvvəl papaqdan başladı. Papağa ki qələbə elədi, başmağa keçdi. Başmaq ki qələbə elədi, xoş şalvara keçdi. Əvvəl kişiləri xoş şalvar gərək giyəsiniz, qədim paltarlarınızı giyənməzsiniz. Sonra xanımlara dedi ki, siz də paltarınızı dəyişin, damən giyin. Çünki onlar paltar giyirdilər. O paltarları giyməsinlər, deyirlər, siz damən giyəcəksiniz, qıçacıq dolanacaqsınız. Başınızda açıq qoyun, indi belədir, başınızda açıq qoyun. Çünki kişilər başlarını açdılar, ondan öncə kişinin başındakı bölgü onun qeyrəti, abrısı, namusu hesab olardı. Kişilər böhlərin hər yerdə götürməzdilər və hər kəs bir kişinin bölgünü götürsəydilər, elə bir şey onun abrısını, arvadın əlindən aldılar. O zaman ki, Rıza Şah eləyə bildi, kişilərin alsın, gəldi dedi ki, arvadda da paltarı çıxasın, çünki tamam paltarları biz xaricədən gətirəcək, satacağıq. Ondan sonra milli geyim, milli paltar, milli iqtisad aradan getdi. İlləti də buydu ki, o kasıb farslar istirdilər sərvətlənələr. Sərvətlənmək üçün belə bir şey görürlər. Bu işi Rıza Palani görən işlərin hamısını Osmanlının yerində də görmüşdülər. Atatürk'ün yanındakılar və Atatürk də bu işi görmüşdü. Onlar da insanların papağın, sonra da arvadların paltarını değişməyə çalışdılar. Türkiyədə çox müqavimət oldu, çox dayandı. Əlbəttə İranda da çox dayandı. Qəradağda Şah zamanı, mənim yadıma gəlir, mən Şah zamanı Qəradağda doğulmuşam. Şah dedilər ki, Qəradağda heç kəs paltarını dəyişməmişdi. Heç bir xanım çadıra örtməzdi. Biz Qəradağda əslən bilmədik çadıra nə mənədir. Yəni, 70 il bu iki dədə bala orada hökumət eləmişdi. 70 ildə Qəradağda paltar dəyişməmişdi. Sonralar ki, insanlar Tehrana gedirdilər, gəlirdilər, o qızlar ki, gedirdilər, gəlirdilər, yavaş-yavaş don gətirdilər özləri ilə. Məsələn, mənim yadıma gəlir, famililərdən bir-ikisi getmişdi, Tehrana gəlmişdi, biri, adın gəlib çəkməyim, diridilər hər ikisi. Məsələn, onun xanımısı yadıma gəlmir, hətta xanımısı onun don giymişdi ya yox, ya elə şəltə ilə gəlmişdi, orası yadıma gəlmir. Amma bilirəm ki, o getmişdi, məsələn, getmişdilər Tehrandan, getmişdilər, məsələn, ər-arvad. Amma məsələn, Qəradağda 1357-yə can, 58-ə can xanımlar xüsusən tuman şəltə giyərdilər, şəltə tuman giyərdilər. Çəkilsə əgər qeyb üzündən hicab ki, yəni Hüseyin kəşfi qılsa niqab bulur zülfüqari özgəsi ilə gəzür, yəni gəzər. Bilmək. Bülür zülfüqari özgəsi ilə gəzür, Əlidir Hüseyin cilvəsi ilə gəzür. Əlidir Hüseyin cilvəsi ilə gəzür. Bu sözü bir cürə qəbul eləmək olar. Çünki hər evlad dədəsi ilə nənəsidir. Əslində insanlar ölmürlər. Mən bu son zamanlarda bu düşüncəyə gəlmişəm. Həm də bir yerdən oxumuşam. İndi yadıma gəlmir hardan oxumuşam, amma bir yerdən oxumuşam. Ki, biz dədənənəmizin DNA-lərini və sillullarını daşırıq. Əslində biz dədənənəmiz bizdə diri qalır. Onlar ölməklə ölüb getmirlər. Bəlkə biz onların davamı yox. Ona görə də biri olanda uşağı olmasa ona sonsuz deyirlər. Yəni qutardı. Uşağı olana sonsuz demirlər. Çünki ölüb getmir ki, o uşağında davam edir. Mən özüm diqqət edirəm özümə, ciddən bunu deyirəm. Mən
hər nə qədər özümə diqqət edirəm, görürəm mən dədəmə, cavanlığımda dədəmlə çox qalmamışdım. Dədəm bir müddət gəldi bizlə bu Torontoda qaldı. Mən indi hər gün dədəmi görürəm özümdə. Hər gün, istisnasız. Yəni deyirəm ki, mən ələn dədəməm. Mən ələn dədəm belə elərdi. Məsələn, burnumu siləndə yadıma düşür, dədəm burnumu belə silərdi. Mən də o cür silirəm. Əl-ayağıma baxanda, həvəsimə baxanda, yəni baxanda görürüm ki, mən dədəməm. Mən dədəmi yaşadıram. Mənim də evladım məni yaşadacaq ki, dədəmi yaşadacaq ki, dədəmi də dədəsini yaşatmışdı, dədəmin dədəsini də dədəsi yaşatmışdı. Yəni biz əslində bir dənə kişinin davamı yox. Amma bölünürük. Məsələn, mənim uşaqlarımdan indi məni yaşadacaqlar, amma bölünüblər. Mən bunların arasında, onlar məni saxlayacaqlar. Biri də ölsə, uşaqlarımın uşağı olmasa, o birislərinin uşaqları məni yaşadacaqdır. Əslində mən ölməyəcəyəm. Mən davam tapacağam uşaqlarımda. Hətta bir fikir gəlib zehnimə ki, mən uşaqlarıma deyəm ki, hər nə cürdürsə, ya hidayət sözün bu famildə davam elətdirələr, ya çalan sözün davam elətdirələr və belə bir qərara gələrlər ki, bir zaman bunlar o qədər çoxalalar ki, yəni mən uşaqlarımdan istəyəcəyəm çoxalalar. Çoxalalar ki, mənim göylüm var idi, mənim şəxsən özümün göylüm var idi. İranda rəis cümhur olan. Və göylüm var, əgər Azərbaycan müstəqil eləsə, orada rəis cümhurluğa şirkət edəyəm. Əgər millət mənə rəy versə, rəis cümhur olan. Və uşaqlığımda göylüm var idi, bir zaman, yəni istirdim ki, bir zaman Sazıman-ı Milləlin rəisi olan. Arzıdır, açdım, indiyəcən gizli saxlamışdım, amma belə bir göylüm var uşaqlarım. Gələcəkdə Sazıman-ı Milləlin rəisi olurlar və rəis cümhur olarlar. Yəni o arzuya ki, mən yetişə bilmədim, amma istirdim, ya o dövlət ki istirdim, quram yetişə bilmədim, o Azərbaycan ki istirdim, müstəqil eləyəm, yetişə bilmədim, uşaqlarım bunu davam edələr. Əgər yetişə bilməsəm, yetişsəm də ki, sürərlər o davam edərlər, etdirərlər. Orada Əlidir Hüseynin cilvəsi ilə gəzir. Onlar bir-biri ilə olur müncəli. Əlidir Əlidir Həsən, Hüseyndir Əli. Ya da şayət belə söyləyək. Əlidir Hüseyn, Hüseyndir Əli. Umurat əkvanə qaili Əli. Umurat əkvanə, əkvan çövkəblər, kəvakib. Əkvanə qaili Əli, təcəllay ənvarə qabil Əli. Qail olacaq, bəs qaili olmayacaqdır. Umurat əkvanə qail Əli, təcəllay ənvarə qabil Əli. Əli nuri tabəndə la yezal, Əli nurinə heç yetişməz zəval. Əli xilqəti aləmin illəti, o nə bəstədir aləmin xilqəti, ona bəstədir. Əli xilqəti aləmin illəti, ona bəstədir aləmin xilqəti. Nə qədri ki mə'lulidə gün olur, kön olur. Nə qədri ki mə'lulidə çon olur, ona illəti mühdəsə on olur. Dolanır on ilan bu gün, bu çonu məkan, vəlidən haçan boş qalıbdır zaman. Vəlidən haçan boş qalıbdır zaman, Əlidən nümayan olan nurudur. Bu əsr min imami, bu əsrün imami ki məsturudur. Vücudi ilə baqi qalıbdır zaman, tir qəbzi məxluqə amma nəhan. Vücudi ilə baqi qalıbdır zaman, tir feyzi məxluqə
amma nəhan təqazayı vaxtində eylər zuhur, olur onda məxluqə feyzi huzur. Əlidir. Bu şeirin davamı vardı. Mən istirdim ki, müqəddəməni qutaraq, amma müqəddəmə qutaran bir şey deyil. Şuru-i dastan. Dastandan da fəqət bir səfə oxuyayım. Qalanın geçaq şeyə. Rivayətdir bu əhqər nasidən. Özü nə təhqir edir. Rivayətdir bu əhqəri nasidən ki, yəni Zəbih ibn Abbas'dən. Zəbih adı pəs. Bunun adı Zəbih ibn Abbas. Buradan bunu gəldik. Zəbih ibn Abbas. Rivayətdir bu əhqər nasidən ki, yəni Zəbih ibn Abbas'dən. Belə nəql edib arifan-ı rumuz nəsihət məqamından misbahsuz ya da söz. Misbahsuz olacaqdır. Misbahsuz söz də gələ bilər. Ki bu bir şəhərdə var idi bir sıçan. Məqam etməyə anzar vurdi məkan. Məqam etməyə ansta bu kəlmədir ki, oxuya bilmirəm. Etməyə anstar vurdi oxuya bilmirəm. Məkan. Məqam etməyə antar vurdi an axtarırdı məkan. Burada bir dənə an var, amma o şey olmayacaqdır. N oxunmayacaq məncə. Axtarırdı məkan. Məqam etmək an məqad etməyə axtarırdı məkan oldu. N deyil, xıdır o cürsi yazılıbdır. Məqam etməyə axtarırdı məkan. Qulub şəhridə qulubi şəhridə hər tərəfdən güzar. Qulub şəhərdə hər tərəfdə güzar. Gəlib bir filan evdə tutdu qərar. Gəzib ol evin pəst u balasını, qazıb kəndi altında məvasını. Kəndi altında. Kəndi məraq deyək. İndi nədir? Silo. Silo modella düzəllərdi dostlar. Silo modelində, yəni siloya baxsaz belə girdədir, uca gedir göyə, başı da yumrudur ki, yağış zat getməsin. Mən onun əksində eləyə bilirəm, görsədəm istəsəz. Google-də silo yazsaq. Siloye məsələn yazaq gəndum ki, bunu gətirsin. Bu qədimləridir. Baxın dostlar, görün bu əcr qədim olsa. Baxın, bu qədimilərdir. Amma bu şəkildə düzəlibdir. Bu indiki modelləri də ola bilər. Çünki bu betondur, bəllidir. Amma elə bu cürsə olardı, amma yumru olardı. Bu getdikcə cıqqıllaşıbdır. Bizimkilər getdikcə cıqqıllaşmazdı, cıqqılı olardı. Elə indi silo ki vardı, indi Təbrizdə zadda da elə o modeldədir. Görün, əgər bu ayrısını gətirsə. Aha, baxın bu silo budur. İndiki silolar bu cürdür, yumrudular. Bir-birinə də yolları var. Üstdən də bunu dəstgahdır, işlir, bunları şeylir. Amma bizim orada buna şey deyərdilər. İndi oxudum ha. Gəlib şəhridə hər tərəfdən güzar. Qılıb şəhridə hər tərəfdən güzar. Gəlib bir filan evdə etdi qərar, tutdu qərar. Gəzib ol evin pəst u balasını, qazıb kəndi altında. Kəndi deyərdilər ona. Kəndi. Kəndir də bir toxunmadır, toxuyərlər, enlidir. Nazih enli kəmər qalinlikdə olar, enli olar, yəni enli olar, nazihliği nazihdir. Ona da kəndir deyərlər.
kəndi altında məvasını, kəndi buğda saxlanan yerin altın qazıb özünə ev eləyib, məva eləyib oranı. Gecə gündüz edirdi sə'yu təlaş. Siçan gecə gündüz getirdirdi ol yerdə əmru məaş. Getirdirdi o yerdə əmri maaş. Getirdirdi, yəni özü orada rüzgarın geçindirirdi. Bənayı əziyyət qoyub əl-qərəz. Bənayı əziyyət, çünki o buğdaları yiyir da. Olur adiyə, tərk adət mərəz. Olur ariyə, adiyə, adət elənə. Olur adiyə, adət eləyənə, tərk adət mərəz. Adətin tərk eləsə mərəz olar, mərəz tapar. Onu düzləyir. İnsanlar hər şeyə ki adət edirlər, onu tərk eləməkləri zordur, mərəz olur. Yəni, vaqən çətin olur. Tamam. Tamamən verib zadı hər bir yerə. Tamamən verib zadiyi zadmadi. Zadmad bizdə gələr. Türkçədə zadmad. Tamamən verib zadmadi bir yerə. Yəni, törüdü çoxaldı. Zadmad elədi, zadmad. Çörək sənduqun oydu tökdü yerə. Çörək sənduqun oydu, oymaq qazmaqdan fərqlidir. Yavaş-yavaş belə qazarsan, oyarsan, tıqqılı-tıqqılı, riz-riz, oymaq, qazmaq külünlə bir şeylə qazarsan. O yekə-yekə qazarsan, yekə-yekə götürərsən, ona qazmaq deyir. Amma oymaq, iynə ilə oymaq kimi yavaş-yavaş oyarlar, götürərlər. Tapılmazdı insafi bir zərrəcə. Ki un kəndisin dəldi on əvvəl gecə. Ki un kəndisin, un kəndi. Kəndi dedik da, o üstdə də dedik kəndi nədir? Kənd sözü də buradan gəlir. Kənd, kəndi, indi elə Türkiyədə kənd sözü istəyir. Kəndim, yəni mən özüm. Un kəndisi o vahidi ki, orada un şey olur. Kənd özü də ocurdur. O yerdə ki, o insanlar qalır. Kənd, şayət hər şeyin kökünə kənd deyir, dibinə kənd deyir. Ki on kəndisin dəldi əvvəl gecə, bitirdi işi axiri bir yerə, yetirdi işi axiri bir yerə, haram oldu ol evdə yağ o şirə. Düşdü deyir ki, şeyin içinə də, yağ şirənin içinə düşdü, onu haram elədi. Mundar elədi. İndi əlbəttə bilmirəm ki, o nədir haram olur, yəni yemədilər. Sıçan fəzliyə doldu yaşu quri. Şam fəzləsi ilə hər yer doldu. Nəcis oldu, ol evdə bəlkə quri ehtimalən. Bəlkə sürü, belə bir şey, bilmirəm, bu nə oxunmasın. Düri olacaq əlbəttə, bəlkə düri. Güri, çünki k beləsi yazırdı, xaman. Bəlkə güri. Sıçan fəzləsi ilə dolub ev tamam, olub əhlinə zində canlıq haram, zində canlıq haram. Zində kanlıq yazıb, zində kanlıq haram. Əl atsaydı, görsün ki bir zad qalıb, dəyirdi dümü, vay sıçan zil salıb. Deyirdi, dədəm vay sıçan zil salıb. Tamam, beləsi oxuduq. Məhəll oldu, gəlsün ələ şey pak. Məhal oldu, gəlsün şey ələ şey pak. Məhal oldu, gəlsün ələ şey pak. Ev əhli olub qüssədən sinəkak. Gedib xurdə az bəs sıçan fəzləsi. Xurdə yəni yiyildi. Gedib xurdə az bəs sıçan fəzləsi. Tutuldu tamam əhl-i beytün səsi. Da buradan bizə şeir getir bir ayrı tələ. İşarə
bina əhli həmsayə. Həmsayə deyir burada. Gedir, davam eləsin. Gedək axir səhifəni oxuyaq, qutaraq. Çünki 2 saatdan da üzr istəyirəm, buraydı. 2 saat 30 dəqiqədir ki, bu kitabla məşğuluq. Gedək. Əlbəttə çox bu günləri eşik haşiyələrə getdik, tarixə, o yüz bu üzə. Ona görə gələk, amma axir səhifəni oxuyaq. Görək ki, burada nə var. Yəqin misrifun məsrəfün yoxdur kəndüdür dərvişün. Dərdiyəşün. Yəqin məsrəfin yoxdur kəndürdişün. Kəndürədişün. Kəndürdü düşün. Biri rəğbət etmir bitirsin işin. Tapılmır vilayətdə bir sənə. Dicün xəlqə yox. Dicün xəlqə yoxdur olubsan nənə. Gələydün əgər xəlq içində vecə bu yerdəs necə tək qalırdın gecə. Bu sözlər tutub övrətin bəndini. Bu sözlər tutub övrətin bəndini əsas çapdı küba onun kəndini. Güya onun kəndini. Əsas çapdı güya onun kəndini. Əsas məmur maliyyat. Əgər səhv eləmirsəm. Qoy görün burada nə yazır. Ya da ki əsas nə deməkdir? Görək nə deyir əsəsə. اساس یک واژه عربی است و در فارسی نیز به همان معنا به کار می‌رود. معنای دقیق آن چنین است: اساس شبگرد، نگهبان شب، کسی که شبها در کوچه و بازار گشت می‌زد و از امنیت شهر نگهبانی می‌کرد. Cəzmə. Buna deyək cəzmədir. Cəzmə tamam, burada deyildi, gedək bura. Elə bir şey deyir, cəzmə çapdı güya onun kəndini. Gəlib hırsız kəşf gəlib tiz kəşf qıldı yüzün. Hırsla ehtimalən gəlib hırsla tez kəşf qıldı yüzün, başın atdı, oynatdı bir qaş gözün. Dedi bu görüm pəhludu burada bir şey yazıbdı amma. Dedi bu görmədi yaxşı vurdun daşı. Dedi bu görməd cürüm pəhlu. Burada bir dənə pəhlu oxuram amma o nədir? Dedi bu gər pəhlumun yaxşıdırdın daşı, verdun daşı, vurdun daşı ehtimalən vurdun daşı. Bu sözdən mənim yandı bağrım başı. Dolur adamın qəlbi bu sözdən. Dolur adamın qəlbi bu sözdən. Gözdən aç bax indi. Gözün aç bax indi. Qamaşsın gözün. Dönüb baxdı bir dəqiqət ilə. Əsas düşüb meylinə. Çirməzu bir həvəs. Yox, şeir, kitab naqis qalıbdı. Oxuya bilmədik. Kitab burada naqis qalıbdı. Heç olmasa bir 4, 6, 8 səhifə də boş qalıb. 6 səhifə də boş qalıb kitabdan.
Kitab naqis qalıbdır. Dostlar, bunun ehtimalən davamı varmış, naqis qalıbdır. Hər halda bu günləri bir kitab başlığı oxuyaq, bir dəqiqədə xülasə deyim. Adına deyiblər Muşu Gürbə, yazanın adı ya da ki Məhmudiyyə. Axund Molla İsmail adlı bir adam yazıb ki, özü özünə deyibdir ki, Zəbih ibn Abbas. Özü özünün beləsi mərif edib. Zəbih ibn Abbas, Zəbihullah adına məşhurdur. Bu kitabı yazıblar, mən görmədim. Orada əvvəlində yazıbdır, ehtimalən özü yazıb, ya bir ayrısı yazıb ki, 1345-ci ildə, yəni ehtimalən Xurşidi ilində yazıbdır, yəni Günəş ilində yazıbdır. Şiəliği bəllidir, bu adam şiədir. Əvvəldə fikirləmişdim ki, sünnidir, amma sonra gördük şiədir. Çünki Əli və İmam Həsən, İmam Hüseynəcən oxuduq. Çox bunları böyüdübdür. Oradan bəllidir ki, şii qalidir hətta. Tamam. Kitab Siçan və Pişik haqqında deyilibdir. Amma oxumadıq ki, görək nə olubdur. Fəqət orasını bildik ki, əvvəldə bir dana Siçan gəlibdir. Bir kəndə yerləşib, o kənddə də bir evə yerləşib, o kənddə də bir kəndi, un kəndisinin altına yerləşibdir. Un kəndisi ilə buğda kəndisi məmulən bir-birinin dibində olardılar, ya da evin içində olardı. Un kəndisi, buğda kəndisi eşikdə olardı. Niyə eşikdə olardı? Buna görə ki, buğda kəndisi, un kəndisi əgər evin içində olsa, istidə un xərab olardı. Ona görə ki, olmasın, gərək eşikdə olaydı. Mənim yadıma gələn, mənim nənə tərəfindən, dədə tərəfindən yadımda deyil, nənə tərəfimin kəndisi, iki kəndisi var idi. Birində buğdaları var idi, birində arpaları var idi. Evə də yapışıq idi. Evə də yapışıq idi. Oradan gedərdik, aşağıdan külüfü var idi. O külüfün ağzını açardıq. Külüfə parça qoyardılar. Parçanın da üstündən daş qoyardılar. Ora ki, məsələn, heyvanzat çıxartmasın, şey eləməsin, qoyardılar. Onu götürərdik. Oradan gələrdi, tökülərdi o qabın içinə, çənəğin içinə, qablamanın içinə, hər nəyin içinə olsaydı, onu götürərdik, aparardıq əl kirnəsi ilə, yəni əl dəyirmanı ilə ki, adına kirnə deyərdilər. İki daş idi, yumru daş idi, təvərə deyərdilər, təvərə daş. Təvərə daş idi, biri atda sabit qalardı, onun ortasını dəlmişdilər, bir ağac qoymuşdular, üstdəkini də ortasını dəlmişdilər, boş idi. Onun da böyrünü dəlmişdilər, iki yerdən, yəni üstdəki daşı iki yerdən dəlmişdilər. Ortası dəli idi, yəni boş qalardı bu cürsü. Qıraqdaşı dəliyi də içinə bir ağac qoymuşdular, bir əl qədər. Ondan yapışardılar, belə fırlandırardılar. O ağac ki, aşağıdakı ağacın mərkəzindən gəlmişdi, bu üstdəki daşın mərkəzindən keçərdi, dəliyindən keçərdi. Onun dövrəsində fırlanardı o daşın. Buğdanı buradan tökərdilər onun arasına. Buradan o buğdanı, arpanı, mərcini, hər nəyi əssəydilərsə, tökərdilər ona, belə fırladardılar, orada əyilərdi. Bu buğda dünyanın ən yaxçı buğdasıdır. İndi ki, bunu dedim, bunu da deyim, sonra qutarım. Dünənləri, 2-3 gün buna qabaq, internetdə burada appimiz vardı. Biz almaq üçün görə hangi dükkanda nə ucuzdur, ondan istifadə edirik, alırıq ki, hangi dükkanda nə ucuz olsa onu alaq. Biz kasıb adamlar beləsi istifadə edirik. İranda bilmirəm nə cürdür. Biz bunu işlədirdim, gördüm, un axtarırdım. Gördüm ki, yazıbdır un 10 kilo 12 dolar. Amma birinin üstündə yaşılca yazıbdır ki, unbleached. Birinin üstündə isə yazmıyor. Belə yazıb ki, un. All purpose, yəni hər şey düzəltmək olar. Bundan çörək düzəldin, şirini düzəldin, filan. Hər şey üçün. Makaronu düzəlt, hər neyinsən eləsən, yəni hər şeyə olar. All purpose-dir, hər hədəf üçün, hər istək üçün gələr. Amma birində yazıb ki, unbleached all purpose flour, o birisində yazıb ki, all purpose flour. Yəni, baxdım bir də necə ki unbleached. Bleach, yəni şey, dostlar, bleach nə deyirik farsça, türkçə? Maye deyirik adına. Maye paltarozada tökürlər, ziddifun eləsin yuvanda. Çox da töksələr həm yandırar, həm də rəngini aparar. Onun adını deyirlər. İndi ona deyirdik. Aydadı, bidadı.
Allah Allah, yadımdan çıxdı. Əgər bilsəz yazın orada ki bu mayənin adı, mayi bir dənə mayədir, çox pis iyi vardı. Hamamızada da bəzən bəzi xanımlar onunla yuyurlar, mərizdirlər də. Sonra da çox pis iyi var. Allah Allah. Hər halda bunu paltaraza da töksəz, ya dəstşüyüza tutulanda onu tökürlər ki, yandırsın, aparsın. Yağınıza da olsa, onun içində bir şeylə tutulsa, o zərf şüyüdən zaddan onu tökürlər ki, açsın. O maddiyə bilic deyirlər ingiliscə. Görün dostumuz nə dedi? Sefid konəndə. Sefid konəndə, sağ ol. Hə, sefid konəndə farsça çamaşır suyu. Türkçədə çamaşır suyu. Doğru, doğru. Hər ikisi düzdür. Gördüm ki, orada yazıb ki, bu unun unbleached, bu una çamaşır suyu ya sefid konəndə vurmayıblar. Bunun üçün bu un salim undur məsələn. Diqqət edin, bu ağ unlar ki yiyirik biz, bu ağ unlar şimyai maddədən keçibdir. Onları biz yeyəndə o şimyai maddəni yiyirik. İllət bu ki, sərətan çoxalıbdır. Biri elə budur ki, biz ağ un yeyirik. Bizim dədələrimiz, babalarımız, xüsusən böyük nənələrimiz mənim yadıma gəlir. O daşda, kirnədə çəkərdilər unu, o unun qabığını da yeyərdilər. Qabığı çox olan da ondan da xəmir düzəldərdilər, atardılar, küt deyərdik adına, atardılar təndirin dibində bişərdi, onu verərdilər itə. İstəyərdilər biraz ağ olsun. Ağ olmazdı, amma o qabıq ki deyirik adına səbus deyirlər farsça. O az olsun deyə onu yığardılar. Onun özünü biraz da unla qatardılar. Çünki o özü, qabığın özü yapışmaz bir. Ona görə un qatasan. Ona un qatardılar. Onu atardılar xəmirdə bişərdi. Onu verdilər itə. Adına da küt deyərdik. Bir yol. Amma dostlar, istəyəsiz salim qalasınız. O daşdan alın. O buğdadan da alın. Özünüz evinizdə çəkin. İstəyəsiz ki, bilic yeməyəsiz, istəyəsiz ki, sefid konəndə yeməyəsiz, istəyəsiz ki, şimyai yeməyəsiz, düyünü də başarsınız, özünüz alın çəltiyi ilə, özünüz dəyirmanızda, əl dəyirmanızda çəkin, un eləyin, ya bərqi dəyirmanızda özünüz un eləyin, özünüz yiyin, dostlar. Mən bu günləri gördüm ki, bu şəkəri bilirdim ağ eləməyə, bir şey vururlar, amma bilmirdim bilic vururlar. İndi burada sizin gözünüzün qabağında yenə də şeydən soruşum. Ki aya şəkəri sefid را هم با سفید کننده یا بلیچ سفید می کنند. Bunu şeydən soruşuram. Baxın, sözünüzün qabağında bunu aya şəkəri sefidi iştibah yazmışam. Aya şəkər rahəm. Burada bir dənə fır yazıb da onu. Mən peyda konam ki, sabit konam برای şəkər sefid ya şəkər fir. Bunu əvvəl bunu silim, bəlli olsun ki, iştibah yazmışam. Aya şəkəri sefid rahəm. Tamam. Bunu tazaşdan verdik. Tazaşdan cevap istəyək. Xeyr, şəkər sefid را با بلیچ یا سفید کننده شیمیایی مثل وایتکس. وایتکس دیردilər اصلا. وایتکس یا هیپوکلورید سفید نمی کنند. استفاده از سفید کننده های کلوردار در مواد غذایی ممنوع و غیر ممکن است و شکر سفید به هیچ وجه indi buna yazsaq ki اما من در روی آرد سفید همه منظوره در اونتاریو دیدم که نوشته بود. Bunu İngiliscə yazacağam. Unbleached all purpose. Əgər iştibah eləməsəm bunu purpose iştibah yazıram. Purposed
flower. جرخ ندید. دقت، این تفاوت کاملا طبیعی است و ربطی به این نداره که شکر یا آرد با مواد خطرناک سفید شده باشد. اجازه بدهید توضیح دهم. bleached versus unbleached. bleached آرد سفید شده. آرد به صورت شیمیایی سفید و نرمتر شده است. Tamam hemen diyoruz da biz de ne diyoruz ki? bleached flour آرد سفید شده. آرد به صورت شیمیایی سفید و نرمتر شده است. معمولا از عاملهای سفید کننده غذایی استفاده می کنند، مثل کلورین گاز، پراکسید بنزوئیل پراکساید، دی اکسید کلور. مزیت: سریعتر پف می کند، بافت کیک و شیرینی سبکتر می شود. آنبلیچ نماینده همان آرد معمولی آسیاب شده است، بدون افزودن هیچ عامل شیمیایی سفید کننده. طبیعی تر است، کمی رنگ کرم یا آجی دارد. بافت و پف آوری ممکن است کمی متفاوت باشد، ولی سالم و بدون مواد مضر است. آخرینده جلدن همانه دیدین. در شکر فرایند فیزیکی کریستال سازی سفید می کند، بدون نیاز به هیç ماده شیمیایی خطرناک. در آرد سفید شدن می تواند شیمیایی با مواد مجاز غذایی adına mucaz değiller da, indi değiller mucaz. Mümkün de 10 ilden sonra desinler ki gayri mucazdır. Ama bleach'in manası bleach all purpose flour آرد همه منظوری بدون سفید کننده اضافه. شکر سفید هیچگاه با وایتکس یا بلیچ صنعتی سفید نمی شود. bleached flour فقط به آرد مربوط است، نه şeker یا sair. Tamam. Burada bizim belki irad mendəndir, amma dostlar, ununuzu, buğdazı özünüz alın, özünüz un eləyin. Sağ olun dostlar, mən bu günləri çox uzun danışdım, çünki tarixə də çox keçdik, biraz da keçdik internetdə Mədinənin üstündə gördüyünüz qədər Ərəbistanın üstündə biraz təhqiqat eləməyə, araşdırma yapdıq. Bu da bahis oldu ki, bir yarım saat en azından çok şey olaq. Kitabı da az oxuduq. Kitab naqis qalıbdı. Umarım inşallah ki Allah bizə ömür verə, məsləhəti olsa ömür versə, uzun ömür versin və bizə, şəxsimə o qədər lütf eləsin ki, mən hər gün bir kitab ya iki türk kitabı ilə tanış olum. Türk dünyasının yaratdığı düşüncələrlə, yazı uyğarlığı ilə tanış olun və beləliklə eləyə bilim ki, məndə milli ruh çoxalsın. Sağ qalın.